Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlərə girişsiniz. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Mövzumuz saat məsələləridir. Bundan əvvəlki videoda biz 560-cı testə kimi, 560-cı testə daxil olmaqla dərnlə hər bir testin izahını vermişik və videonun əvvəldə mövzunun izahını da vermişik. Ondan sonra testləri bir yerdə işləmişik. İndi isə qaldığımız yerdən, yəni 561-ci testdən testlərimizin izahını davam edəcəyik və həmişə olduğu kimi yenə də qeyd edirəm ki, məsələləri mütləq şəkildə özünüz işləməyə çalışmalısınız, baş sındırmalısınız, üzərində düşünməlisiniz. Heç cür tapa bilmirsə, yarıya kimi də olsa gəlin, baş sındırın, nəsə bir ideya ortaya qoyun, nəsə eləməyə çalışın. Ondan sonra gəlin izaha baxın. Tutaq ki, 561 eləyə bilmədim. Gəlin 561-in izahına baxın, başa düşsəz lap əla. Başa düşməsəz yazın. WhatsApp qrupumuzda tezdən mənə sual verin. Amma izaha baxıb başa düşmüsənsə, başa düşdüm deyib keçmə. Həmişə olduğu kimi yenə deyirəm. Videonu saxla, həmin məsələni tezdən özün işlə, sənə asan gəlsə belə tezdən özün işlə və özünə izah verə-verə o sualı işlə, bitir, ondan sonra iş bitmiş sayılacaq. Yoxsa başa düşdüm deməklə iş bitmir, bunu hər dəfə deyirəm. Keçdik 561-ə görə nə deyirdi? Saatın dəqiqə əqrəbi hər 3 saatda 30 saniyə irəli qaçır. 2 həftə, 3 gün sonra xarab saat 13:21 göstərərsə, düzgün saat neçəni göstərir? Artıq qorxmuruq bundan, hissə təhlil edirik. Deməli, saatın dəqiqə əqrəbi hər 3 saatda 30 saniyə irəli qaçır. Hələm o 30 saniyə irəli qaçır, qalsın bir qırağa. Bir sutka neçə gün saatdır? Bir sutka. Çünki burada günlərdən deyiblər 2 həftə, 3 gün. Gəlin biz baxaq bir sutka ümumiyyətlə neçə saat? 24 saat. Bunu hamısı kimi bilirik. 24 saat. Və bir sutkada neçədən 3 saat var? Bunu tapmaq üçün 24-ü bölməliyəm 3-ə. 24-ü böləm 3-ə. Tapıram ki, bir sutkada 8 dənə 3 saat var. 8 plus 24 deyir də. Deməli 8 dənə 3 saat var. 8 dənə 3 saat varsa, hər 3 saatda 30 saniyə irəli qaçırdı bu saat. Deməli, bir sutkada 8 dənə 3 saat varsa, deməli 8 dənə 30 saniyə qabağa qaçacaqdı bu saat. Düzdür? 8 dənə 30 saniyə. 8 vurdum 30 saniyəyə, cavab elədi 240 saniyə. Bunu dəqiqəyə çevirsəm, 1 dəqiqə 60 saniyədir. Yəni 240-ı 60-a böləm, görək ki, bu 4 dəqiqə deməkdir. 4 dəqiqə. Çünki 460 saniyə, 1 dəqiqə 60, 240 saniyəni verir. Tezdən deyirəm. Mən burada neyi tapmış oldum? Tapdım ki, bir sutkada 24 saatdır, bir sutkada 8 dənə 3 saat var və bir sutkada 8 dəfə 30 saniyə, çünki hər 3 saatda 30 saniyə irəli qaçır. 8 dəfə 30 saniyə qabağa qaçacaq bu saatın dəqiqə əqrəbi, düzdürmü? Və bu da 240 saniyə, yəni 4 dəqiqə deməkdir. Mən bayaqdan bir sutkadan danışıram. Tapdım ki, ümumilikdə bir sutkada dəqiqə əqrəbi 4 dəqiqə irəli qaçır. Bura kimi hamımıza aydındır? Aydındır. Ondan sonra demir bizə 2 həftə 3 gün. Bu 2 həftə 3 günü günə çevirək. 1 həftə 7 gündür, 2 həftə neçə gündür? 2 dənə 7 gündə 14 gün. Düzdür? 3 gün də var əlavə. 2 həftə 14 gün, 3 gündə əlavə var. Deməli 17 gün. 17 gün keçəcəksə mən bilirəm ki, 1 gündə, yəni bir sutkada 4 dəqiqə irəli qaçır. Onda 17 gündə 17 ilə 4 dəqiqə irəli qaçacaq da bu saat. 17 ilə 4 dəqiqə. 17 ilə 4-ü vurdum. 68 dəqiqə oldu. Tapdım ki, 2 həftə 3 gündən sonra bu xarab saat 68 dəqiqə irəli qaçacaq. İndi bizə deyir ki, xarab saat 13:21-i göstərir. Əgər xarab saat 13:21-i göstərirsə, deməli bu 68 dəqiqə irəli qaçmış saatı göstərir. Mənə düzgün saat lazımdırsa, bu xarab saat 68 dəqiqə irəli gedib, ona görə 13:21-i göstərir. 13:21-dən 68 dəqiqəni çıxmalıyam. Düzdür? 68 dəqiqəni saatla yazsam, 60 dəqiqə 1 saat deməkdir. 8 dəqiqə də quyruğunda qalır da. 1 saat 8 dəqiqə deməkdir. Yəni 13:21-dən mən 1 saat 8 dəqiqəni çıxmalıyam. Yenə deyirəm, bu xarab saat göstərdiyi saat olduğu üçün xarab saat qabağa qaçıb. Ona görə 13:21 göstərir. O 68 dəqiqəni, yəni 1 saat 8 dəqiqə mən dala çəksəm, düzgün saatı mənə göstərir. Məndə olsa düzgün saat neçəni göstərir. 13:21-dən 01:08 çıxanda dəqiqədən dəqiqəni 21-dən 8 çıxdım 13, 13-dən də 1 çıxdım 12. Yəni 12-13 olmalıdır düzgün saatın göstərdiyi saat. 561-ci testin cavabı oldu
A bəndi. Ümid edirəm ki, başa düşdünüz. Təbii ki, bunu başqa yolla da gedə bilərdiniz. Daha böyük ədədlərlə olacaqdı, amma axırda yenə də eyni cavaba gəlib çıxsaydınız. Məsəl üçün, belə də gedə bilərdiniz. Birbaşa gələrdiniz ki, 2 həftə 3 gün, yəni ki, 2 həftə 14 gündür, 3 gündür hələ. Topladım, ümumilikdə oldu 17 gün. Sonra deyərdim ki, 17 günün neçədən 24 saat var. Çünki bir gün 24 saat daxı. 17-ni 24-ə vurardım. Onu 24-ə vuranda 240, bu da 380, o da 28, 408. Mən şifahi sallayıram. Yəni ki, səhv eləmirəm. Deməli, 17 gün 408 saat deməkdir. Sonra tapardım ki, 408 saatın içində neçədən 3 saat var. Çünki 408 saatdan sonranı soruşursa məndən, hər 3 saatdan biri 30 saniyə irəli qaçır. 408-i bölərdim 3-ə və tapardım ki, 4-ün içində 3 bir dənə 136. Deməli 136-dan 3 saat var 408 saatın içində. Deməli 136-dan 3 saat varsa 136-dan 30 saniyə irəli qaçacaq. Yenə də 136-nı vurardım 30 saniyəyə. Buradan cavab 300, 390, 408 edir də tezdən. Hə. 4080. 408-yə bu sıfırda yanına yazdım. 4080 saniyə irəli qaçacaq deməkdir. İndi bunu tezdən dəqiqəyə çevirərdim. Yəni ədədlərimiz böyük olacaq, amma ki eyni cavaba gəlib çıxırsınız. 4080 saniyə neçə dəqiqə tapmaq üçün 60-a bölməliyəm. 408-in içində 65 yox, 6 dənə. 6 vur 60, 360, 48, 480-in içində 68 dənə. Bu 68 dəqiqə deməkdir. Bax, eyni cavaba gəlib çıxdım. 68 dəqiqədə 1 saat 8 dəqiqə deməkdir. Artıq buradan eyni həldə 13-21-dən də 1 saat 8 dəqiqəni çıxanda 12-13 verəcəkdir bayaqki kimi. Yəni eyni həllə gələcək. Hər iki üsulla gedə bilərsiniz. Fərqi yoxdur bunun. Əsl odur ki, düzgün düşünək. Keçdik 562-yə. Bax, bu da 10 kimi sualdır. Elə bu üsulla geçəcəm ki, hamımıza aydın olsun. İkinci dim üsuluna. Bax, hər 6 saat 3 dəqiqə irəli qaçan saat var. 2 gün sonra, bir gün 24 saatdır, 2 gün neçə saatdır? 2 dənə 24 saat deməkdir, 48 saat. 48 saatdan sonranı soruşsa məndən, 48 saatda neçədən 6 saat var, birinci onu tapmalıyım. Çünki hər 6 saatda 3 dəqiqə irəli qaçır. Onda 48-in içində neçədən 6 saat var? Tapmalısın 48-i bölürəm 6-ya. Tapıram ki, 8-dən 6 saat var. Deməli, 8 dənə 3 dəqiqə irəli qaçacaq. 8 dənə 3 dəqiqə, 8-3-ə vururam. Deməli, 24 dəqiqə irəli qaçacaq. 24 dəqiqə. İndi, deyir ki, 2 gün sonra düzgün saat 21:00 göstərdikdə neçəni göstərər? Hə, bu qaçan saatı soruşdu. Yəni, xarab saat, düzgün saat 21:00 göstərəndə xarab saat neçəni göstərər? Mən tapdım axı 24 dəqiqə irəli qaçacaq xarab saat. Çünki hər 6 saatda 3 dəqiqə irəli qaçırsa, 48-in içində 8-dən 6 saat olduğu üçün 8-dən 3 dəqiqə 24 dəqiqə irəli qaçacaq. Yəni düzgün saat budursa 21:00-dursa, səhv saat neçə olacaq? 21:24. Da 21:00 üstə 24 gəndə bir üstə 21:24 edəcək. O da hardadır? C bəndində 562-ci testin cavabı da oldu C bəndi. Silirəm bunu, keçirik 563-ə. Bu da 10 kimi sualdır. Deyir, hər 2 saatda 1 dəqiqə irəli qaçan saat 4 gün sonra. Bax, 4 gün sonra deyir. Yenə də mən bu 4 günü saata çevirim. 1 gün 24 saatdır, 4 gün 4 günə 24 saatdır, 96 saat. 4 gün sonra elə 96 saat deməkdir də, 96 saat sonra. Və hər 2 saatda 1 dəqiqə irəli qaçır. Onda mən tapmalıyım ki, 96 saatın içində neçə dənə 2 saat var. 96 2-yə böldüm, tapdım 48 dənə 2 saat var. Onda 48 dənə 1 dəqiqə irəli qaçacaq. Yəni ki, 48 dəqiqələr, 48 vurun 1-ə 48 edir. Və mən tapdım ki, bu xarab saat 4 gündən sonra 48 dəqiqə irəli qaçacaq. 48 dəqiqə irəli qaçacaq. Düzdürmü? Çünki irəli qaçan saat deyib. Düzgün saat 17:00 göstərəndə o xarab saat neçəni göstərər? 17:00-sa 48 dəqiqədə irəli qaçmaq xarab saat. Düzgün saat 17-sə, səhv saat 17:48. Yəni bunun üstə 48 gələndə da şifahi gəlmək çox saat. 17:00 üstə 48 gələndə 48 dəqiqəni 17:48 edir də hələ. 17:48 hardadır? A bəndində 563-cü testin cavabı da oldu A. Silirəm bundan, keçdik 564-ə. Biraz belə çəkim. Deməli, bu da 10 kimi sualdır. Hər 8 saatda 20 saniyə irəli qaçan saat, bir gün sonra düzgün saat 15:34-ü göstərdikdə neçəni göstərər? Bir gün sonra deyirsə, bir gün neçə saatdır? 24 saat. Düzdürmü? Hər 8 saatda deyirsə, mən tapmalıyım ki, 24 saat içində neçə dənə 8 saat var? Tapıram ki, 3 dənə 8 saat var. Hər 8 saatda 20 saniyə irəli qaçır daxı. Deməli, 3 dənə 8 saat olduğu üçün 3 dənə 20 saniyə irəli qaçacaq. 3-ü vurdum 20-yə. Tapdım ki, 60 saniyə irəli qaçacaq. 60 saniyədə 1 dəqiqə deməkdir. Yəni ki, 1 dəqiqə irəli qaçacaq. İndiki düzgün saat 15:34-ü göstərdikdə o xarab saat neçəni göstərəcək? Düzgün saat 15:34-ü göstərirsə,
Xarab saat 1 dəqiqə irəli qaçıraq mən tapmışam da artıq. Çünki bir gün ərzində 1 dəqiqə irəli qaçacağını tapmışam. Onu düzgün saat 15:34-ü göstərəndə xarab saat nə olacaq? 1 dəqiqə irəli qaçacaq. Yəni 15:34-ün üstünə 1 gələcək. Kifayət görürsünüz ki, bu 15:35-i bizə verəcək. 564-cü testin cavabı da oldu C. Silirəm bunu da. Keçək 565-ə. Deməli, bu yüzdə heç nə yoxdur? Yox, hə. 565-ci məsələni oxuyuram başına rahat, sakit, səbirlə, intonasiya ilə başa düşmək üçün qorxmadan. Deyir ki, 9:00-da məktəbə çatmaq qərarına gələn Firuz. Deməli, bir dənə Firuz var, 9-da məktəbə çatmaq istəyir bu oğlan. Deyir, 8:50-də yolun yarısını getmişdi. Saat 8:50-dir, bu yolun yarısındadır. O həmin sürətlə yoluna davam edərək, yəni eyni sürətlə, hansı sürətlə gəlmirdi, sürətini dəyişmədən, nə artırır, nə azaldır, yoluna davam eləyir. Hələ başa düşməyə çalışıram. Yaxşı həmişə məsələn belə oxuyun. Mənə vecimə də orada ədəddə hələm. Hələ ki başa düşməyə, ümumi vəziyyətdə başa düşməyə çalışsam, sonra təhlil edəcəm. Məktəbə təyin edildiyindən 2 dəqiqə tez çatdı. Lap yaxşı. Firuz bütün yola nə qədər vaxt sərf edib? Bütün oxudum, nə başa düşdüm? Bütün burada bir dənə Firuz var. 9-da məktəbə çatmaq istəyir. 8:50 yolun yarısında olubmuş bu. Saat 8:50 olanda yolun yarısını gedibmiş də artıq. Sonra deyir, o həmin sürətdə yoluna davam edərək məktəbə təyin edildiyindən 2 dəqiqə tez çatdı. Təyin edilən saat 9:00 deyildi. 9:00-da yox, 2 dəqiqə tez çatıb. Yəni 9:00-dan 2 dəqiqə tezmiş. İfadə bilirsiniz, amma mən yenə yazım. Yəni 9:00-dan çıxmalıyam 2 dəqiqəni. Düzdür? Yazılı göstərəndə riyaziyyatla. Bu da 0-dan 2-ni çıxmaq olmur, dəqiqədən dəqiqəni. Ona görə bunu 8 ilə 1 saat azaldıram. Bunu artıq kimi bilirsiniz. O 1 saatı 60 dəqiqə kimi gəlirəm bura. Yəni 60-dan 2-ni çıxanda olur 58 dəqiqə. Saatdan saat 8-dən də 00 çıxanda elə 8 edir. Deməli bu oğlan Firuz təyin edildiyi 2 dəqiqə tez çatıbsa, deməli 8:58-də çatıb. Yəni 9-a 2 dəqiqə qalmış çatıb da. Açıq-aşkar əslində məlumdur məntiqlə, amma riyazi həlli də göstərdim. Buna kimi hamımız başa düşürük də. Burada qeyri-adi bir şey yoxdur ki. Amma söhbət odur ki, o 8:50-də belə təsəvvür edin, bu yol döyür. Bu evdən çıxıb güya məktəbə gedir də. Bu yol döyür. Yolun yarısı da bura döyür. O 8:50-də burada idi. Yolun yarısında. 8:58-də də gedib məktəbə çatıb. Buradan da 3 saat yazmayım da, istəyirsiniz yazım. Şifahidə baxanda görürsən ki, 8:50-dən 8:58-ə kimi 8 dəqiqə vaxt sərf edib. Yolun yarısından məktəbə kimi 8 dəqiqə vaxt sərf edib. Açıq-aşkar göz belə də çıxa bilər. 8:58-dən 8:50-yə çıxanda alt-alta yazım elə bir kənarda lap göstərim riyazi həlliyinlə. 8:50-yə çıxanda göz ki 58 çıx 58 eləyir. 08 kimi yazıram. 8-dən 8-ə 0 eləyir. Yəni ki 8 dəqiqə. 0 saat 8 dəqiqə deməkdir də. Bura 0 saat, bura 8 dəqiqə deməkdir. Deməli mən tapdım ki, bu yolun yarısından məktəbə kimi 8 dəqiqəyə çatıb. Və üstəlik mənə o demişdi ki, o həmin sürətlə yoluna davam edib. Deməli bu sürət dəyişməyibsə, yolun yarısına 8 dəqiqə vaxt sərf edibsə, burada eyni sürətlə gedibsə, deməli burada 8 dəqiqə vaxt sərf etməlidir də. Evdən bura kimi də 8 dəqiqə vaxt sərf edib də, düzdür? Deməli, düz yolun yarısı 8:50-də çatmışdısa evdən çıxandan sonra və 8 dəqiqəyə çatdığına artıq mən əminəm. Çünki buradan ora 8 dəqiqəyə çatıbsa, evdən bura da 8 dəqiqəyə çatıb yolun yarısına. Onda mən 8:50-dən 8 dəqiqəni çıxsam, yenə şifadə çıxa bilərsə, amma belə çıxaq. Saat hissəsini 0 yazdım. Bura 8 dəqiqəni yazdım. 50 çıx 8 42. 8 çıx 0 8. Yəni deməli o evdən 8:42-də çıxıb. Sual nədir ümumiyyətlə? Sual heç bu lazım deyil deyə nəsə də çıxıb. Deyir ki, Firuz bütün yolu nə qədər vaxt sərf edib? 16 dəqiqədə artıq tutarmışıq 8 dəqiqə, 8 dəqiqə. Elə bildim soruşur ki, evdən saat neçədə çıxır? Heç buralar lazım deyil. Buralar lazım deyil. Bir dənə burada vəziyyəti başa düşəndən sonra ki, bax tezdən deyirəm həlli. 9-da deyir ki, məktəbə çatmağa qərar verib. Sonra deyir ki, 2 dəqiqə tez çatıb və mən bildim ki, 2 dəqiqə tez çatıbsa, bax 9-dan 2 dəqiqəni çıxdım, 8:58-də çatıb. Yolun yarısında 8:50-də yolun yarısında idi, düzdür? Buradan bura 8 dəqiqə çatıbsa, deməli buradan bura da 8 dəqiqə vaxt sərf edib. Çünki deyir ki, sürət dəyişmir də, həmin sürətlə davam edib. Onu 8 dəqiqə yolun bir yarısına, 8 dəqiqə digər yarısına vaxt sərf edibsə, ümumilikdə yola 8 dəqiqə 8 16 dəqiqə vaxt sərf edib. 565-ci testin cavabı da oldu deyə bəndə. Özünüz də gördünüz ki, burada çətin bir şey yox imiş. Sadəcə məsələdə qorxmadan rahat oxuyub təhlil etmək lazımdır. Hamısı Azərbaycan dilindədir. Hamısı da normal həyatımızda baş verən hadisələrdir. Yəni bunu təsəvvür etmək qeyri-adi bir şey deyil. Məktəbə getmək, yolun yarısı. Sadəcə qorxusuz baxmaq lazımdır. 566 nə deyir? Bunu yandırmışam. Hə. Saat 8-də məktəbə çatmaq qərarına gələn Aysel 7:48-də yolun 4də 1 hissəsini getmişdi. Bayaq kimidir? Sadəcə ədədlər biraz fərqlidir. Bir də ki, subyektin adı fərqlidir. Yəni şəxsin adı.
Deyir, o gəldiyi sürətlə davam edərək, bayaq kimi sürətini dəyişməyib, təyin edilən 3 dəqiqə gec çatdı. Bu dəfə gec çatıb. Təyin edilən vaxt neçə idi ki? 8:00. 8:00-da məktəbə çatmalı idi. Düzdür? Çünki o qərara gəlinmişdi. Amma 3 dəqiqə gec çatıbsa 8:00-ın üstünə 3 dəqiqəni gəldində 8:03 olur da. Bunu hamımız bilirsiniz. 08:03. Yəni 8-də yox, 9-da 3 dəqiqə işləmiş çatıb da məktəbə. 3 dəqiqə gecikib. Bura başa düşdüm. Deyir, Aysel saat neçədə evdən çıxmışdı? Hə, burada uca Aysel saat neçədə evdən çıxıb onu soruşur. Problem deyil, eyni məntiqlə geçsin. Əgər Aysel 8:03-də gəlib hara çatıb, məktəbə çatıbsa və 7:48-də yolun 4də bir hissəsini deyir o getmişdi. Bax yenə də təsəvvür edirəm ki, Aysel evdən çıxıb, bura evdir, evdən çıxıb və hara gedir? Məktəbə. Məktəb də burdadır. Evdən çıxıb məktəbə neçədə çatıb? 8:03-də. Hardan bildin Rasim? Çünki deyib ki, təyin edildiyindən 3 dəqiqə gec çatıb. Yəni ki, 8:03-də məktəbə çatıb. Burada yazım 8:03 indidən qalsın. 8:03. 08:03-də o məktəbə çatıb. Bir dənə də burada verilən məlumatlara baxana deyir ki, Aysel 7:48-də yolun 4də bir hissəsini getmişdi. 4də bir hissəsini gelirsə, mən bu yolu 4 bərabər hissəyə bölüm şəkildə özüm üçün. 1, 2, 3. Yəni 1, 2, 3, 4. 4 bərabər hissəyə böldüm. 4də bir hissə deyəndə nədir? 4 bərabər hissədən 1-i. Yəni buradan bura kimi gəldi, bu 4də 1-dir. Bura kimi gəlsə 4də 2, bura kimi gəlsə 4də 3, bura kimi gəlsə 4də 4. Yəni ki, 1 deməkdir. Tam yolu getmiş oldu. Deməli, yolun 4də 1-sini, yəni evdən çıxıb bura gələnə kimi o saat 7:48 olub. Düzdür? 7:48. Deyirəm, əla. Bax, bura 7:48-də çatıb. Bax, bura 7:48. Buradan çıxıb bura çatanda 7:48 olub. İndi 7:48-də burada olubsa, 8:03-də burada olubsa, bax buradan, həmin o 7:48-də çıxdığı məsafədən məktəbə kimi nə qədər vaxt sərf edib? Bunu tapmaq çətin deyil. Axı mən 8:03-dən 7:48 çıxaram ki, görüm buradan bura kimi neçə dəqiqə vaxt itirib o. Yəni 08:03-dən çıxmalıyam 07:48-i. Bilirəm ki, dəqiqədən dəqiqə çıxılır, saatdan saat, amma dəqiqəm balacadır. Ona görə saatımı 1 saat azaldıb bunu 7 edirəm. O 1 saatda 60 dəqiqə kimi gələn bunun üstünə 3 idi olur 63. İndi 63-dən 48 çıxanda olur 15, 7-dən 7 çıxanda olur elə 0. 0 saat 15 dəqiqə. Deməli, mən tapdım ki, bu 7:48-dəki yolun 4də bir hissəsini getmişdi ya. Qalan yola, hansı ki 8:03-də çatdı. Bu qalan yola 15 dəqiqə vaxt sərf edib. Qalan yola 15 dəqiqə vaxt sərf edibsə, burada tənasübzat da qurmaq olar, amma çox rahat yoldan istifadə edirəm. Çünki tənasüb istəyirəm faiz məsələsində istifadə edeyim sizinlə. Şəkildən açıq-aşkar görürsünüz də. Yəni düzgün təsəvvür edin, açıq-aşkar görürsünüz ki, buradan bura kimi 15 dəqiqə vaxt sərf olunubsa, bax bu yolun uzunluğu, bu yolun uzunluğu və bu yolun uzunluğu bərabərdir. Çünki mən bunu 4 bərabər hissəyə bölməmişdim. Bu 4-ü də bir-birinə bərabərdir də. Deməli, burada indi mən 7:48-də çıxanda buradan 1, 2, 3 dənə. Hələ bununla işim yoxdur. Çünki 7:48-də burada olub, buradan bura 8:03-də çatıb. Yəni 15 dəqiqə. 15 dəqiqəyə vaxt sərf edibsə bu 3 dənə bərabər yol. Bir yol nə qədər vaxt sərf edib? Çünki eyni sürətlə gedir. Bax, yolların uzunluqları da eynidir. 15-i 3-ə bölürəm və tapıram ki, hər hissəyə bax 5 dəqiqə bura sərf edib, buradan bura kimi. 5 dəqiqə buradan bura kimi, 5 dəqiqə də buradan axıra kimi. Göz 5, 10, 15 dəqiqə oldu. Düzdürmü? Hə, onda bura neçə dəqiqə vaxt sərf edib? Təbii ki, burada 5 dəqiqə vaxt sərf edib. Çünki bu 4 dənə hissənin 4-ü də bərabər. Çünki 4də 1 hissə deyəndə 4 bərabər hissəyə bölünür. Kəsirlərin məntiqini də öyrənmişik. 4də 1 o deməkdir ki, hər hansı bir ədədi və ya verilən yolu fərqi yoxdur. 4 bərabər hissəyə böl, birisini götür deməkdir. Bunları 5 dəqiqə sərf edibsə, bu hissəyə də 5 dəqiqə sərf edib. İndi mən sual verəndə ki, Aysel saat neçədə evdən çıxmışdı? Saat neçədə çıxıb bilmirəm, amma 5 dəqiqə sonra gəlib bura çatıb və 7:48 olub. Deməli, Aysel evdən çıxandan 5 dəqiqə sonra 7:48 olubsa, deməli, Aysel evdən neçədə çıxıb? Yəni 7:48-dən 5 çıxmalıyam da. Düzdürmü, hə? Mən evdən çıxmışam, 5 dəqiqə keçib, sonra 7:48 olub. Deməli, mən 7:48-dən bu 5-i çıxsam, saat neçədə çıxdığımı tapacağım. Kifayət də çıxa bilərsiniz, 7:43 edir, amma belə də yazım, 7:48-dən çıxıram, 0 saat 5 dəqiqəni, 5 dəqiqə çıxmaq istəyirəm axı. Saat üçün 0 yazdım, dəqiqəsini 0,5. 48-dən 5 çıxanda burada yazdım. 43, 7-dən 0 çıxanda 7. Deməli, 7:43-də evdən çıxıb, 7:48-də bura çatıb, 7:53-də bura çatıb, 7:58-də bura, 8:03-də bura. Yəni 5 dəqiqə, 5 dəqiqə, 5 faiz gəldim də üstünə. Yəni Aysel saat neçədə evdən çıxıbmış? 7:43, hardadır 7:43? C bəndi. 566-cı testin cavabı da oldu C. Lütfən silirəm. Keçək 567-yə.
Bu üzrə var, məsələ hə var. 567. Hə, bu da 10 kimi sualdır. Özünüz eləməyə çalışıyorum. Mən də video izahını verəcəm olsa dənə-dənə. Amma ki, video saxlayıb özünüz də cəhd edin. Yenə ki, 9:00-da məktəbə çatmaq qərarına gələn Aysel 8:50-də yolun 400 hissəsini getmişdi. O həmin sürətlə yolunu davam edərək məktəbə təyin edildiyindən 3 dəqiqə tez çatdı. Çox rahat oxuyuram ha, qorxmuram. Hələ vəziyyəti başa düşürəm də. Aysel bütün yola nə qədər vaxt sərf edib? Gəlin də bax, lap şəkil çəkək. Bu Aysel günün evi olsun, ev. Düzdür? Getdi, çatdı məktəbə. Burada olsun məktəb. Buraya belə xətt çəkim rahat olsun. Evdən məktəbə. Lap yaxşı. Bunu başa düşürüm ki, Aysel evdən məktəbə gedir və qərarı alıb ki, 9:00-da məktəbə çatmalıdır. Amma mən bunu tam oxuyanda gördüm ki, deyir ki, o məktəbə təyin edildiyindən, yəni 9:00-dan 3 dəqiqə tez çatdı. 9:00-dan 3 dəqiqə tez çatırsa, deməli 9:00-dan 3-ü çıxmalıyam 3 dəqiqəni. 0 saatı saatın altına yazdım, 3 dəqiqə yazmadım, dəqiqənin altına. 0-dan 3 çıxmaq olmur, ona görə bunu 1 vaxt azaldıram, edirəm 8 və 1 saatı 60 dəqiqə kimi dəqiqələrin üstünə gəlirəm. 60 çıxı 3 57 eləyir. 8 çıx 0 8. Yəni 8:57-də məktəbə çatıb. Əslində bunu şifahi də baxanda bilirsiniz, amma mən yenə riyazi həlli də göstərirəm. Deməli evdən neçədə çıxıb bilmirəm, amma məktəbə neçədə çatıb 8:57-də çatdığına artıq mən tam əminəm. Çünki 9-da məktəbə çatmalıdır, təyin edildiyindən 3 dəqiqə tez çatıb, yəni 8:57-də var. 9-a 3 dəqiqə almış çatıb, elə 3 dəqiqəsi də var, tez çatıb axı 3 dəqiqə. İndi başqa nə şərt verib bizə? Deyir ki, Aysel 8:50-də yolun 4-cü hissəsini getdi. 4-də 3 hissə nə deməkdir? Yolu 4 bərabər hissəyə bölüb 3 hissəsini götürmək deməkdir. Yəni mən bunu 4 bərabər hissəyə bölmək istəyirəm, göz yarı bölürəm. Üst təsəvvür ki, bərabərlərdə 1, 2, 3, 4. 1, 2, 3, 4 bərabər hissəyə böldüm. 4-də 3 hissəsini gəlibsə, bu 4-də 1-dir. Bu ikisi bir yerdə olur 4-də 2, bu 3-ü bir yerdə olur 4-də 3. 4-də 3 hissəsi bax buradır, bax bura. Deməli, 8:50-də burada olub Aysel. Düzdür? Bax 8:50-də Aysel burada olub, 4-də 3-ünü gedib. Və buradan bura neçə dəqiqəyə çatıb? Baxın da çıxmıyor. Şifahi gözü 8:50-də burada olub, 8:57-də məktəbə çatıb. Deməli 7 dəqiqəyə çatıb da 8:50, 8:57. Deməli buradan bura kimi 7 dəqiqə vaxt sərf edib. Bayaqki kimi. Əgər bu 4 bərabər hissədirsə, deməli eyni yolu gedir də. Bu yolun uzunluğu, bu yolun uzunluğu, bu yolun uzunluğu, bu yolun uzunluğu eynidir və üstəlik ki, o həmin sürət, yəni sürətlər də eynidir. Mən eyni adam, eyni sürətlə, eyni məsafələri gəlirəmsə, bura 7 dəqiqə vaxt sərf etmişəmsə, burada 7 dəqiqə vaxt sərf eləməliyəm. Həmçinin burada, həmçinin burada. Düzdür? Çünki 4 də bir-birinə bərabərdir və 4-ü də eyni sürətlə gəlirəm. Sualınız nədir sizin? Deyir ki, Aysel bütün yola nə qədər vaxt sərf edib? Tapdım da 7, 7, 7, 7, 4 dənə 7. 4 dənə 7 dəqiqə sərf edib. Yəni 28 dəqiqə. Hardadır? A bəndində. 567-ci testin cavabı da oldu A. Silək bunu keçək 568-ə. Deyir, axşam etibar. Bu ad oxuyaq bunu. Deyir, etibar axşam saat 21:00-da yatıb, səhər saat 7:00-da oyandı. O cəmi neçə saat yatmışdı. Bax, eyni gündən danışanda, məsəl üçün də desə ki, tutaq ki də Rasim səhər saat 7-də yatdı, lap 7 neçə üçün fərqi yoxdur. Sonra axşam 21:00 neçədəsə oyandı, düzdür? İkisi də eyni günün saatıdırsa, bunun həllini yalnız bilirsiniz də, böyükdən kiçiyə çıxıram da, yəni sonraki saatdan əvvəlki saat çıxıram, tapıram ki, falan saat yatıb da, Rasim, mən 7 yatmışam səhər. Eyni gün içindədir də, ikisi də saatdan ikisi eyni gün içindədir. 7 yatmışam, 15:00-da durmuşam. Neçə saat yatmışam? 8 saat da. 15-dən çıxdıq 7-ni, 8 saat yatmışam da. Rasim 7-dən 15 kimi 8 saat. Düzdür? Eyni gün içində olanda çox asandır. Böyükdən kiçiyə çıxıram. Yəni sonraki zamandan əvvəlki zamana çıxıram, tapıram ki, neçə saat vaxt sərf olunub. Yatmaqdır, iş görməkdir, fərqi yoxdur. Bunlar eyni gün içindədirsə rahat çıxıram. Amma söhbət odur ki, belə olanda, bax burada fikir verin, eyni gün içində deyirlər də bunlar. Buna baxın. Etibar axşam saat 21-də yatıb. Hələ ki, bugün axşam saat 21:00-da, yəni ki, axşam 9-da yatıb, o bir gün səhər saat 7-də durub. Yəni ki, bir gündən o birisi günə keçirsə, belə olan halda o birinci yatdığı saat var ha. Siz birinci 24:00-dan 21:00 çıxmalısınız. Yəni ki, mən bugün axşam 9-da yatmamışam. Birinci tapım ki, axşam 12-yə kimi neçə saat vaxt gedir 9-dan 12-yə kimi. Düzdür? Yəni 12-dən 9 çıxdım oldu 3 saat. Hələ ki belə doğru deyirəm.
Sonra bu bir tərəf məsələ durub demir bizə. Hələ o qədər saatda yatıb. Çünki bundan o üzə 00-dan 7:00-a kimi nə qədər yatar? 7 saat. Və ya 00-dan gecə 12 24:00 həm də 00:00 deməkdir axı. 00-dan lap belə asan ədəd verməsin. Çünki 7 saat 52 dəqiqə 48 saniyə keçib. Yəni 7 saat 7:52 48-də durub saniyəsi ilə deyib. Deməli 7 saat 52 dəqiqə 48 saniyə yatıb. 00-dan sonrası ya. Yaxşı. Deməli mən birinci həmişə bir gündən bir günə keçirsə 24:00-dan axşam neçədə ki yatmayıb, 24:00-da axşamın saatını çıxacağam həmişə. Bax belə olanda gündən günə keçəndə bir gün axşam yatıb, o bir gün səhər durursa, həmişə tezdən deyirəm, 24:00-dan bu axşamın saatını çıxacağam. Çıxandan sonra tapdım ki, axşam 12 kimi saat yatmayıb, o saatın da üstündə sonra səhərki saatını gələcəm. Vəssalam. Çünki mən saat 12-yə qədər yatdığı saatı bilsəm, 00-dan sonra yatdığı saat elə budur. 00-dan sonra 7 saat yatıb, saat 12 kimi də filan saat yatıb, bu ikisini toplamaya bax. Bu tip sualların həlli bu olacaq. 24:00-dan axşam saatını çıxacağam, aldığım cavabın üstünə bunu gələcəm. Məntiqini də başa saldım, amma artıq əzbər kimi sürətli gedək, hər dəfə eyni şey danışmayım. Yaxşı, 24:00-dan bu saatı çıxacağam, həmişə axşam saatını gündən günə keçəndə. Sonra aldığım cavabın üstünə səhər məsələ durmayıb, onu gələcəm, sualımın cavabı hazırdır. Deməli, mən də burada 24:00-dan 21:00-da yatıb axı. Bu axşam saatına çıxdım. Oldu 3:00. Bunun da üstünə səhər neçədə durub 7. Vəssalam. Bunu gəlirəm. 7:00 gəlin neçə olur? 10:00. Yəni ki 10 saat. Yaxşı. Deməli, o cəmi saat yatmışdır. 10 saat. Bu dəqiqəni göstərir də. Dəqiqəsi 0-dır bunun. Yəni 10 saat yatıb 568-ci testin cavabı oldu D bəndi. Deyə bilərsiniz ki, bu sual asan idi. Sən çox vaxt deyirdin. Amma bunun məntiqini tutmaq lazımdır. Çünki bax digərlərində artıq dəqiqə saniyə olanda bizim üçün eyni məntiqdir. Burada nə məntiqdirsə orada eyni məntiqdir. Eyni məntiqlə keçəcək. Bax necə? 569 deyil. Yenə də Orxan axşam yatıb, səhər durub, düzdür? O nə qədər müddət yatdı? Eyni sualdır. Mən nə demişdim? 24:00-dan axşam saatını çıxmalısan. Aldığın cavabın üstündə bunu gəlməlisən. Bir sual bu qədər asan. Amma söhbət odur ki, bax indi 24:00-dan çıxmaq istəyirəm də 24:00 bir dənə də 00 yazdım. Niyə? Çünki bu 24 saat dəqiqə və saniyə də lazımdır mənə. Çünki burada dəqiqə və saniyə ilə verib. Bundan çıxmalıyam axşam saatına. Amma axşam saatını mənə görürsünüz, axşam saat 9 verir. Amma axşam saat 9-u biz əslində necə yazırıq? 21:00. Yəni 21. Bu 9-un yerinə 21 yazacağam. Yəni 12 saat artıracağam. Özü 20-21 ilə veribsə heç. Yaxşı. Özü belə 21, 23, 27 versəydi, onsuz 24-dən 21, 23, 27-dən çıxsaydım. Amma axşam saat sonra 9 deyirsə, bilirsiniz də o ingilislərdə hələ də PM, AM söhbəti vardı. Məsəl üçün bizdə 12-dən sonra, günorta 12-dən sonra 13, 14, 15 gəlir. Amma onlarda hər dəfə AM, PM söhbəti vardı. Məsəl üçün deyirlər saat 3 PM, saat 3 AM. Daha demirlər 15-dən olacaq. Yəni ki, birisi günorta 3-ü göstərir, birisi gecə 3-ü göstərir. O cür aydınlaşdırılır. Burada o məntiqlə yazıblar. Axşam sözünü dilər üçün axşam 9 nəzərdə tutub. Amma bizim axşam 9-umuz 21:00-dur axı. Yəni üstünə 12 gəlirik də. 12 saatda gəlirik. Ona görə bunu 21, 23, 27 kimi yazıram. Birinci çıxıram. Məntiqim nə idi? Bu sual su kimi öyrənmişik də bundan qabaqkində. Məntiqim odur ki, 24:00-da həmişə axşam yatdığı saatı çıxırıq, amma axşam saatı ilə çıxırıq. Axşam saatı ilə. Bunu əgər axşam saatını yazmışsa, mən onu axşam saatı kimi yazıram. Axşam saatı yazmaq üçün də üstünə 12 gələcəm də vəssalam. Deməli, 24:00-dan axşam saatını çıxırıq. Aldığım cavabın üstündə də bir dənə bunu gələcəm, sualımın cavabı hazır. Tezdən deyirəm. Gündən günə keçəndə axşam 24:00-dan axşam saatını çıxırsan, aldığın cavabın üstünə də bu səhər saatını gəlsən, 2 addımda sualın cavabı hazırdır. İndi qaldı çıxmaq söhbəti. Çıxmaq söhbətində bilirsiniz, saniyədən saniyəyə, dəqiqədən dəqiqə, saatdan saat çıxmaq lazımdır. Amma sıfırlardan bunlar çıxmaq olmur. Ona görə mən 24 saatı 1 saat azaldıram, eləyirəm 23 saat. O 23 saat, 1 saat ki azad olmuşdur. Onu da 60 dəqiqə kimi buraya yazıram. Amma bunu 60 yazsam, yenə də sıfırdan, bundan bunu çıxmaq olacaq ki, amma sıfırdan 27-ni yenə çıxmaq olmayacaq. Ona görə bu 60 dəqiqə ki, buraya yazmalı da öyrəm, 1 saat azaltdığım üçün. O 60-ın 59 dəqiqəsini yazıram bura, 59. Bəs 1 dəqiqəsi rahatsız olmazaq sən 1 saat. Deyəm, o 1 dəqiqəni də buraya yazacağım da. 60 saniyə kimi. Bura saniyə olan hissəsi deyil. Bax 60 saniyə 1 dəqiqə deməkdir hələ. 1 dəqiqə 59 dəqiqə üstünə gəlir, olur 60 dəqiqə. O da 60 dəqiqə də 1 saat deməkdir. O da gəlir, bu üstə 24 saat deməkdir. Yəni eyni şeydir. Bu formada yazırıq həmişə 23, 59, 60. Məntiqini də bilirsiniz, əzbərləyirsiniz. İndi çıxıram rahat. 60-dan 27 çıxanda 33. 59-dan 23 çıxanda 36. 23-dən 21 çıxanda 2. Yəni 0-2 də yaza bilərəm. Problem deyil. Deməli, çıxdım, nə demişdim? Çıxandan sonra 24:00-dan axşam yatdığı saat çıxandan sonra üstünə nəyi gəlməliyəm? Səhər durduğu saat. Yəni 11
12, 15-i bunun üstünə gəlməliyəm. Bunu toplamaq heç nədir? 33 dəqiqə 15, saniyə ilə saniyə topladım, oldu 48. 33 dəqiqə 12, bu da 48. 0,2 ilə də 11 toplayanda 11 üstə 2 13. Yəni 13, 48, 48. Hardadır? Bəli. Yəni 13 saat 48 dəqiqə 48 saniyə Orxan yatıb. 569-cu testin cavabı da oldu D bəndi. Silirəm bunu, keçirik 570-ə. Bu da o tipli sualdır. Artıq məntiqin su kimi tutdunuz məncə. Onun çıxılması, toplanmasını da öyrənmişik. Orxan axşam yatıb, səhər saat 12:45-də oyandı. O cəmi 9 saat 34 dəqiqə 23 saniyə yatıbsa, axşam saat neçədə yatıb? Bax, burada baxıram ki, o cəmi 9 saat 34 dəqiqə 23 saniyə, 9 saat 34 dəqiqə 23 saniyə yatıb. Və deyir ki, axşam saat neçədə yatıb? Mən də bilirəm ki, bax, bu insan 11:12:45-də durmayıb, 11:12:45-də, düzdür? Mən 11:12:45-dən 9:34:23-ü çıxsam, besimdir. Bəs axşam söhbəti, burada elə söhbət yoxdur. Burada baxanda görürəm ki, bu 11-də durubsa, hələ bundan 9 çıxanda bu gecə yatıb, gecə 2-də 1-də yatıb. Baxın, yəni gündən günə keçmir, eyni günə düşür bunun yatdığı vaxtdan durduğu vaxt. Mən demişdim, eyni günə düşəndə hələ çoxdan azı çıxıram vəssalam bəsdir də. Başa bunun yatdığı ilə durduğu vaxt eyni günə düşür. Hardan bilirsən? Çünki 12 keçəndən sonra yatıb o. 12-ni keçəndən sonra yatıb. Çünki saat 11-də durmuşam mən. Saat 11-də və deyirəm ki, 9 saat yatmışam. Məsəl üçün, bu dəqiqələr fikir vermirəm. Demək, gecə 2-də zətdə yatmışam ki, 11-də duramda 9 saat yatandan sonra. Gecə 2-də bu günə aiddir də. İkisi də eyni günə aid olduğu üçün çox rahat. Hələ bundan bunu çıxacağam. Bax, 11, 12, 45-də çıxacağam 9:34:23-ü. Qorxmayın bu məsələlərdən. Normal həyatımızda olan saat məsələləridir. Nöqtə riyaziyyat məsələsi olan kimi qorxuruq ki, 45-dən 23-ə çıxmaq asan olacaq. O heç, lap çıxım indidən. 45-dən 23-ə çıxdım 22, burası asan. Amma 12-dən 34-ə çıxmaq olmur. Ona görə bu saatı 1 saat azaldıram, 11 edirəm 10. Bu 1 saatda 60 dəqiqə kimi gələm 12-nin üstünə, 60 gələndə 12-nin üstünə olur 72 kimi çıxıram. 72-dən 34-ə çıxdım oldu 38. Ondan da 9 çıxdım oldu 1. Yəni 0, 1, 38, 22-də yatıb. Orxan hardadır? Y bəndində. Yoxsa gecə 2-yə qalmış yatıb. Doğru, gecə 2-yə qalmış yatıb ki, bir təxmin 9 saatdan sonra 11-12 işləmiş durub. Yəni normal, çox rahat baxdım, özümü təyin edə bildim. Çətin şey var idi burada. Rasim deyəndən sonra sən çətin şey yox idi, amma sən özün də bunu görə bilərdin. Sən də mənim kimi həyat yatırsan, yaşayırsan, səhər yatırsan, gecə yatırsan, səhər durursan. Bu normal həyatımızda olan şeylərdir. Riyaziyyat məsələsi ondan çıxıb oxusan, biraz normal 5 işləsən, deyirsən ki, hə, burada bu belə deyilsə, belə prob eləyim, bu cür eləyim və s. və s. Yəni əsas düşünməkdir. 570-in də cavabı oldu Y. Keçdik 571-ə. Görək 571-də bizə nə deyir? Deyir ki, Aynur axşam saat 21:37-də yatıb, axşam yatıb. Səhər durub. Axşam 21 neçəsə gündən günə keçir. Burada 24:00 söhbətindən istifadə edəcəyik. Deyir ki, o cəmi neçə nə qədər cümlələr səhv qururlar da. O cəmi neçə saat yatmışdı demək istəyir. Və ya o cəmi nə qədər yatmışdı. Bu iki dənə söz artıqdır. O cəmi nə qədər yatmışdı bunu soruşur. Nə demişdim? 24:00-da axşam yatdığı saatı çıxıram, aldığım cavabın üstünə səhər durduğu saatı gələcəm və s. 24:00-dan, indi bunu 23:60 yazım da. Çünki bunu 1 saat azaltdım 23, 60 dəqiqəni də gəldim 0 dəqiqənin üstünə. Hələ bu 24 saat deməkdir. Rahat çıxaq da bunlar su kimi bilik. 24:00-dan çıxdım 21:37-nə, axşam yatdığı saatı 60-37, 23, 23-21, 2. Yəni 0-2 deyə bilərəm. Sonra bunun üstünə gəlməliyəm aldığım cavabın üstünə səhər durduğu saatı. Yəni üstünə gəlməliyəm 08, 23. Neçə edir? Dəqiqə ilə dəqiqəni topladım. 23, 23, 46. 2 ilə 8 topladım 10. Yəni ki 10 saat 46 dəqiqə yatıb 571-ci testin cavabı da oldu A bəndi. Keçdik 572-yə. Silim bunu. 572. Deyir, axşam saat 23:12:50-də yatan adam səhər filan vaxt oyandı, o nə qədər yatmışdır. Artıq əvvəl görsəydik qorxardıq bu sualda. Qorxuq, nə edəcəm? 24:00-da axşam yatdığı saatı çıxacağam, aldığım cavabın üstünə bunu gələcəm. Və saat. 24:00 necə yazacağam? 23:59:60 kimi.
Çünki bayaqlarında 24:00 bu. Bunu 1 saat azaldıb 23 elədim. 60 dəqiqəni bura gəlmək istəyirəm, amma 60-ın 59-unu bura gəlirəm. 1 dəqiqəsini də bura. 1 dəqiqə 60 saniyə deməkdir axı. 60 saniyəni də bura. Həm dəqiqəm olsun, həm saniyəm olsun ki, o çıxa bilim də. Çünki mən 23 12 50-ni çıxmalıyam axı bundan. Çıxılsın 23 12 50. 60 çıx 50 10. 59 çıx 12 47. 23 çıx 23 0 0. Bunun da üstünə gəlməliyəm. Demişdim axı, çıxandan sonra üstünə səhər durduq saatı gəl və saat. 09 33 45. Ha bunu gəldim üstünə. 10 ilə 45 topladım 55. 47 33 topladım 80. 9 ilə 0 topladım hələ 9. 09 yazın bura. Amma söhbət odur ki, mən burada görürəm ki, 80 dəqiqə var. 80 olmaq normal saatda. Onda nə edirəm? Bu 60 dəqiqə ilə 20 dəqiqə deməkdir də. 60 dəqiqəsini bunun 1 saat kimi gələm 9-un üstünə. Bu 60 dəqiqəsi ilə 1 saat deməkdir. 9-un üstünə gəlsəm bu 10 olacaq. 9 10 olacaq. Bunu sildim. Bunun 60 dəqiqəsini 1 saat kimi bura gəldiyim üçün burada neçə qalıb? 20 qalıb. Yəni cavabım belə olacaq. 10 20 55. Harda var? 10 saat 20 dəqiqə 55 saniyə. 10 saat A bəndində hələ 10 saat 20 dəqiqə 55 saniyə. 572-ci testin cavabı da oldu A. Silək bunu, keçək 573-ə. 573 çox asan sualdır. Sadəcə ki, 3 saatın 6'da 5 hissəsi neçə dəqiqədir? 1 saat neçə dəqiqədir? 60 dəqiqə. Onda 3 saat neçə dəqiqədir? 3 dənə 60 dəqiqədir. Düzdür, 180 dəqiqə deməkdir 3 saat. Və məndən soruşur ki, 3 saatın, yəni 180 dəqiqənin 6'da 5 hissəsini tap. Ədədin hissəsini tapmaq üçün də həmin ədədi hissə göstərən kəsirin məxrəcinə bölüb sürətinə vururdu. Yəni 180-i bölməliyəm 6-ya, vurmalıyam 5-ə. 186 evində 30, 35 evində 150. Sualımın cavabı hazır. Haradadır? Y bəndində. 573 də oldu. Y. Keçək digər sualımıza. 574. Bu yüzdə sual var? Yoxdur. Onu da aşağı düşəcəm. 574. Görək, burada nə söhbət gedir? Bu da normal həyatdandır, qorxmuram. Rauf saat 8:20-də evdən çıxıb şöbəyə getdi. Saat 9:20 dəqiqə işləmiş, çıxıb evdən. Qapını açıb çıxıb. Normal insan kimi. Sonra gedib orada o 9 saat işləyib. Yəni ora çatandan sonra 9 saat orada işləyib. Yaxşı. Rauf evdən şöbəyə getməyə və qayıtmağa 40 dəqiqə vaxt sərf etmişsə, o saat isə də evə qayıtdı. Saat 8:20-də evdən çıxmamısan, ay Rauf. Deyir, hə, hadi. Sən 9 saat işdə olmusan, 40 dəqiqə də gedib qayıtmısan. Deməli, ümumilikdə sən evə neçə saatdan sonra qayıtmalısan? 9 saat 40 dəqiqədən sonra. Çünki 9 saat orada işləmirsən, 40 dəqiqə də yolda itirmirsən də. Yəni gedib qayıtmaq bir yerdə ya, gedib qayıtmaq bir yerdə 40 dəqiqə. Gedin nə qədər, qayıdın nə qədər mənim fərqi yoxdur. Amma gedib qayıtmaq 40 dəqiqə vaxt sərf eləmirsən. Deməli, sən 9 saat 40 dəqiqə vaxt itirmirsən. 9 saat işləməyə 40 dəqiqə də gedib gəlməyə. Deməli, 8:20-də üstünə gəlməliyəm 9:40. Vəssalam. 20 sayı 40 neçə 60, 8 sayı 9 neçə 17. Bu 60 dəqiqə də 1 saat demək deyil. Mən bunu 0 edə bilərəm. 60 dəqiqəni 1 saat kimi bunun üstə gələrəm və deyərəm ki, Rauf evə 18:00-da çatdı. Çünki 8:20-də çıxıb 40 dəqiqə gedib gəlmək oldu 9, belə sayımda. 9 saat orada işləyibsə 18. Demək 18-də bu evdə olmalıdır, 18:00-da. 574-cü testi cavabı da oldu A. Keçək 575-ə. 575-ə baxırıq. Yenə də o tip sual deyirsən. Deyir, sexdə işləyən Ceyhun işə saat 7:30-da başlayıb 21:15-də qurtardı. 8-in yarısı başlayıb işləməyə, daha evdən çıxmazda söhbəti yoxdur bu. 8-ə 15 dəqiqə işləmiş, vurub, 8-15 dəqiqə işləyib, getdi başladı işləməyə. Və 21:15-də işi qurtardı. Deyir, şükür Allaha qurtardım. Deyir, o istirahətə 2 saat 45 dəqiqə vaxt sərf etmişsə, neçə saat işləmişdi? Hə. Deməli, o ümumiyyətlə 8-in yarısı başlayıb, ona işləmiş qurtarıb. Nə qədər vaxt gedib bu müddət ərzində? Birinci onu tapaq. Təbii ki, nə edəcəm? İkisi də eyni gündə olduğu üçün, bundan bunu çıxıram 5-də də. 21:15-dən çıxıram 07:30. 15-dən 30 çıxmaq olmur deyə bunu 1 saat azaldıram, 21-i 20 edirəm. Bu 1 saat 60 dəqiqə kimi 15-in üstünə gəlirəm. Olur 75. 15-dən 60 yəni 75 olur. 75 olur axı. 75-dən indi 30 çıxıram olur 45. 20-dən də 7 çıxıram olur 13. Deməli, 7:30-dan 21:15-ə kimi 13 saat 45 dəqiqə vaxt gedib. Amma bu 13 saat 45 dəqiqənin hamısını işləməyib. Bax, deyir axı, istirahətə 2 saat 45 dəqiqə vaxt sərf edib. Deməli, bu 13 saat 45 dəqiqənin 2 saat 45 dəqiqəsini o istirahət edib. Yəni 13:45-dən çıxıram 2 saat 45-i, yəni bunun içindən istirahət vaxtını çıxıram, yerdə qalan saatı amma işləyib istirahətsiz.
13:45-in 2:45 sonunda 45:45:0, 13:02, 11. Yəni neçə saat? 11 saat 0 dəqiqə. Yəni heç nə də 11 saat. Deməli neçə saat işləyib Rauf, Ceyhun üzr istəyirəm. 11 saat 575-ci testin cavabı da oldu. C-bəndi keçdik 576-ya. Hə, bu tip məsələləri də öyrəşin. Bax, yenə deyirəm, məsələ nə qədər uzun oldu. Psixoloji olaraq ona çətin kimi baxmır. Daha ki, hətta Azərbaycanca deyim, hətta uzun məsələlərdə daha çox məlumat verir bizə. Hər şeyi yerli yerinə qoyub həll edə bilirik, daha maraqlı olur. Dedektiv kimi baxın da məsələyə. Birinci mən ümumi vəziyyəti başa düşməliyəm. Cinayət nə olub? Nə olub? Adam öldürülüb. Harda? Orada, burada, məsəl üçün də. Maraqlı olsun deyə bir dedektiv kimi. Təbii ki, ölüm itindən uzaq olaq. Amma dedektiv kimi onları hamımız xoşlayırlar və ya əsərlər. Rahat oxu, cinayət işi ilə tanış ol, çox qeydləri apar. Buradakı adam kimdir, nə işlə məşğuldur, nədir, həmin vaxt harda olub, nə, dedektiv kimi də qeydləri apar, sonra oradan ipucu tapıb cinayətkarı tapmağa çalışsın. Nə qorxursan? Bax, birinci tam rahat oxuyuram, tanış oluram. İclas saat 10:45-də başladı. Lap yaxşı. İclasda, deməli bir dənə iclas olub da, Həsən başlayıb özü bilər, onları əzbərləmirəm mənəm, sonra qeyd kimi apararam. İclasda müdir də daxil olmaqla, orada ayrı olmalıdır, müdir də daxil olmaqla 12 nəfər iştirak edirdi. Deməli, bir dənə müdir, ondan əlavə, müdir də daxil olmaqla 12 nəfər. 12 nəfər müdir də içində olmaqla, yəni bir dənə müdir var, 11 nəfər də başqa adam var, başa düşdüm. Çünki müdir də daxil olmaqla deyirsə, 12 nəfər içində müdir də daxildir. Biri müdir də 12 nəfərdən, 11-i də başqa adamlardır. Bunu da başa düşdüm. Hər danışıq üçün müdir 9 dəqiqə, digər iştirakçılara hər biri 7 dəqiqə vaxt sərf etdi. Bunlar qeydlərdir, bundan sonra aparam, əzbərləməyə ehtiyac yoxdur. Yəni ki, hər biri danışıb da, müdir də danışıb, onlar da danışıb. Deyib, bütün iştirakçıların danışıqları arasında 6 dəqiqə fasilə oldu. Yəni, mən danışdım, 6 dəqiqə dincəlirik, sonra başqası çıxır. 6 dəqiqə fasilə olur, o da danışandan sonra başqası çıxır, belə. Bunu da başa düşdük. Sonra ki, iclas müdir başlatdı və sonunda çıxış nitqi ilə bitirdi. Bunlar arasında müdir 2 dəfə danışıb. Bir dənə əvvəldə, bir dənə axırda. İclas saat neçədə bitdi? Deyirəm, qorxulu heç nə yoxdur. Uzun olsun da. Bax, mən başa düşürəm ki, burada iclas olub. Birinci müdir başlayıb danışmağa, müdir. Düzdürmü? Və müdir 2 dəfə danışıb. 2 dəfə. Baxıram bir dənə rahat qeydlərimə, görüm ki, müdir hər danışıq üçün müdir 9 dəqiqə. Deyib də mənə 9 dəqiqə danışır. Düzdür müdir? Amma müdir 2 dəfə danışır. Bir dənə əvvəldə danışıb, asıl üstü, bir dənə bitirişdə. Hər dəfə 9 dəqiqə danışır. Siz harada bizə 9 dəqiqə? Çünki deyib də hər danışıq üçün 9 dəqiqə, müdir 9 dəqiqə getirib. Hər danışıq üçün. Yəni ikisi bir yerdə yox, hər danışıq üçün. Onu deyirəm ki, müdir nə qədər danışır ümumilikdə? 2 dənə 9 dəqiqə. 2 vur 9 bərabərdir 18 dəqiqə. Baxacağım ki, ümumilikdə nə qədər vaxt gedib də. Nə var ki, bunu tapmağa? Müdiri yazdım. Müdirdən əlavə 12 nəfər deyildilər. 11 nəfər də iştirakçı var axı. Yazıram belə 11 iştirakçı qısa-qısa özüm üçün qeyd aparıram. Çünki 12 nəfər demişdik bayaqlarda. Müdir daxil olmayan 12 nəfərsə müdiri çıxdım da, müdiri yazdım da 2 dənə 9 dəqiqə danışıb. Bu 11 nəfərdə hərəsi bir dəfə danışıb. Bir dənə müdir 2 dəfə danışıb. O birisi də bir dəfə danışıb. Onlar üçün də yazılır ki, iştirakçıların hər biri 7 dəqiqə vaxt sərf edib. Deməli 11 nəfər deyirlər. Hər biri 7 dəqiqə vaxt sərf edirsə 11-i 7-də vuram, 77 dəqiqə vaxtı burada getdi. Bundan əlavə ki, bütün iştirakçıların danışıqları arasında 6 dəqiqə fasilə oldu. Deməli biz hələm orada da vaxt itirmişik də. Yəni iclas başlayıb, tappatrap hamımız danışmamışıq axı. Hə, bildim, 2 dənə 9 dəqiqə müdir danışıb, 11 dənə 7 dəqiqə iştirakçılar danışıb. Amma burada aralarda fasilələr də olub axı. Yəni başlayıb bitənə kimi. Onda bu fasilələr neçə dənədir sizcə? Ağac aralıq məsələsindəki kimi baxın. Ümumilikdə bunlar neçə nəfərdirlər? 12 nəfər. 12 danışıq olub? Yox. Neçə danışıq olub? 13. Çünki müdir 2 dəfə danışıb, 11 dənə də onlar danışıb. 13 danışıq olub. 13 danışıq olubsa neçə ara var? Bax 13 nəfər danışdı, bax mən danışdım. Bax ağac kimi köçündə mən danışdım, ara buraxdı. Sonra ikinci adam danışdı, ara buraxdı. Sonra üçüncü adam danışdı, ara buraxdı. Ta 13-cü adama kimi də, düz deyil. Neçə ara olacaq burada? Ağac və aralıq məsələsindən bilirik ki, ağacların sayından bir dənə az. Yəni bunlar 13 nəfərdirlərsə, ara neçə də olacaq? 12 dənə fasilə olub burada. Ona görə də çox rahat fikirləşəndə mən artıq bilirəm ki, bu iclas ərzində 12 dənə də fasilə olub. 12 dənə fasilə olub. Və hər fasiləyə də harada yazılmışdı? 6 dəqiqə. Danışıqlar arasında 6 dəqiqə fasilə olub. Deməli 12 fasilə olsa 12 dənə də 6 dəqiqə burada itiriblər. 12-dən 6 dəqiqə 72 edir. Deməli ümumilikdə bu iclas başlayandan bitənə kimi neçə dəqiqə vaxt sərf olunub? Bunları toplasam sualımın cavabı hazırdır. 18 dəqiqə, üstə gəl 77 dəqiqə
Üstünə gəl 72 dəqiqə. Birinci bunları toplayım rahatdır mənim üçün. 18 ilə 72 90, üstünə 77 gələndə 167 dəqiqə. Bu 167 dəqiqəni də çevirim saata. 167-ni 1 saat 60 dəqiqədə axı 167-ni 6-ya böləndə olur 2. Çünki bu 2 vur 60 120 edir. Yəni 2 saat. 167-dən 120 çıxanda 47 dəqiqədə quyruğunda qalır. 2 saat 47 dəqiqə. Yəni iclas başlayandan bitənə kimi iclas başlamadı, müdir açılış elədi, özü danışdı, sonra fasilə oldu, sonra 11 nəfər danışdı, o fasilələr olmaqla, sonra axırı yenə də müdir özü danışdı. Düzdür? Müdir özü də danışandan sonra bitir də. O bitənə kimi müdirin açılışı eləyib, sonra bitirənə kimi 2 saat 47 dəqiqə vaxt gedir. İndi burada başqa bir şey də var. Deyir ki, iclas 10:45-də başlamışdı. Məndən soruş ki, iclas saat neçədə bitdi? Təbii ki, 10:45-in üstünə bu 2 saat 47 dəqiqəni gəlməmiş. Çünki 10:45-də başlamış, 2 saat 47 dəqiqə davam edibsə, 10:45-in üstünə, indi burada səliqəli yer harada qalır? Bura yazım. 10:45-in üstünə gəlməliyəm bu 2 saat 47 dəqiqə. Onu da belə yaza bilərəm də 02 2 saat 47 dəqiqə. 45 ilə 47 topladım oldu 92. 10 ilə 2 topladım 12. Düzdür? Bu 92 də 60-dan böyükdür. Ona görə o 60 dəqiqənin 1 saat kimi gələn bunun üstünə olur 13, 12 idi də. 92-nin 60 dəqiqəsində bura 1 saat kimi gəlmişsə, 92-dən 60 çıxan burada 32 dəqiqə qalır. Vəssalam. Deməli 13:32-də iclas bitib, yəni C bəndi. Yenə deyirəm, mən izah verirəm deyə məsələnin həlli uzun gedə bilər. Təbii ki, digər məsələlərə baxanda yenə də uzundur. Amma çox rahat şəkildə təhlil aparanda bu sualı həll edə bilərdiniz. Bilmədiyiniz heç nə yox idi. Həm sözlərdən tutmuş, həm həyatda olan şəraitə qədər təsəvvür etmək gücümüzə aiddir. Həm orada ağac və aralıq məsələsinin məntiqi gəlir ağlımıza ki, bunu ağac və aralıqdan öyrənmişik. Lap ağac və aralıq qalsın, bir ən uzunu götürüb özüm belə cədvəl qura bilərdim ki, bu danışdı 6 dəqiqə, bu danışdı 6 dəqiqə. Yəni 13 dənə danışığı qeyd etsən özün üçün və aralarına da baxsan görürsən ki, 12 dənə ara var, deməli 12-dən 6 dəqiqə. Bunlar hamısı siz təyin edə bilərsiniz. Normal həyatda olan bir şeydir. Eləmirsinizsə, deməli qorxduğunuz üçün eləməmisiniz. Biz nə demişik? Məsələdən qorxuruq, içinə giririk. Çünki hamısı bildiyimiz şeylərdir. Həm həyat olaraq, həm dil olaraq başa düşürük onu, həm məişətdə biz bu hadisələri görürük, həm də riyazi bazamız var. O riyazi bazamızda onu tətbiq edəndə vəziyyətin içindən çıxa bilirik. Nəysə, 576-nın cavabı oldu C bəndi. Lövhəni silim, keçək 577-yə. 77, haradasan? Burada. Bu da 10 gün məsələdir. Bax, özünüz həll etməyə çalışın, sonra izaha baxın. Yəni iclas saat 16:48-də başlayıb. İclasda müdir də ayrı olmalıdır. Müdir də daxil olmalı 15 nəfər iştirak edirdi. Hər danışıq üçün müdir 8 dəqiqə, digər iştirakçılara hər bir 7 dəqiqə vaxt sərf edir. Həm o 8-lərə 7-lərə fikir vermirəm, vəziyyətə baxıram. Bütün iştirakçıların danışıqları arasında 4 dəqiqə fasilə oldu, lap yaxşı bayaq kimi. İclası müdir başlatdı və sonunda çıxışı nitqi ilə bitirdi. İclas saat neçədə bitdi? Deyirəm, əla. Burada kim var idi? Müdir. Müdir 2 dəfə danışıb, düzdür? Hələm 16:48 qalsın da, hələm görüm nə qədər vaxt gedib, sonra iclas saat neçədə bitdi deyir də bizə. Nə qədər vaxt gedibsə başladığı saat 16:48 üstünə neçə saat vaxt gedibsə üstünə həmin saatı gələndə bitmə saatını o tapacam. Mən bunlara baxım sərgəli şəkildə müdir 2 dəfə danışıb. Çünki bax iclası müdir başlatdı və sonda çıxış nitqi ilə bitirdi. Yəni bir başda danışıb, bir də sonda. Müdir neçə dəqiqə danışır? Deyir ki, iclasda müdir hər danışıq üçün müdir 8 dəqiqə danışır. Bütün məlumatlar verilib də. 2 dəfə danışıb, əslində 8 dəqiqə. Deməli 2 vurulsun 8. Müdir 16 dəqiqə danışıb. Bunu bildim. Bu qalsın burada. Sonra kim vardı? İclasda müdir də daxil olmaqla 15 iştirakçı var deyib bizə. Onda müdirin özünü çıxsam neçə nəfərdir? Yəni müdir də daxil olmaqla 15 nəfərdirlərsə, müdirin özünü çıxsam 14 dənə iştirakçı var. Deyirəm, əla. Onda 14 iştirakçı da danışıb axı. 14 iştirakçı qeyd aparım sözü. Necə istəyirəm? Mənim üçün belə daha rahatdır. Baxanda gözüm görür. Və mənə deyir ki, digər iştirakçılar hər biri 7 dəqiqə vaxt sərf edib. Yəni 14 dənə iştirakçı hərəsi 7 dəqiqə danışıb. Deməli 14 dənə 7 dəqiqə də bunlar danışıb. Bu da edir 98 dəqiqə. Əla. Və müdir danışdı, iştirakçılar danışdı. Burada arada fasilələr də var. Deyib ki, bütün iştirakçıların danışıqları arasında 4 dəqiqə fasilə oldu. 4 dəqiqə fasilə olub. İndi bayaq kim baxacağam? Neçə dənə adam danışıb? Müdiri 2 dəfə sayacağam ha. 2 dəfə sayacağam. Yaxşı, neçə dəfə danışıq olub, belə deyim. Adam danışır deməyim. Çünki onda müdirlər eyni adamdır axı. Neçə dəfə danışıq olub, nitq söylənilib. 1. Başlanğıcda müdir danışıb. Ondan sonra bu 14 dənə işçi danışıb, düzdür? Oldu 15. Düzdür? Müdir başlayıb danışmağa, 14 dənə bu işçi danışıb 15. Sonra tezdən bir dənə müdir danışıb 16. Deməli 16 dənə nitq olub.
16 nitq olsa neçə də fasilə olub? 15 dənə. Niyə? Ağac varlıq məsələsi kimi də daha uzatmıram. 16 nəfər danışıbsa, müdir başlayanda birinci danışıqda fasilə buraxıb danışmır ki. Danışıb, artıq iclas başlayıb, ondan sonra 15 dənə aralıq olur və 16 nəfər danışırlar müdir daxil olmaqla. Bunu artıq ağac var aralıqdan da bilirsiniz. Deməli, fasilənin sayı 15 dənədir, 15 f yazın və hər fasiləyə 4 dəqiqə fasilə olur dillərdə. Onda 15 dənə 4 dəqiqə də burada sərf olunub, cavab olur 60 dəqiqə. Ümumilikdə iclas başlayandan bitənə kimi nə qədər vaxt gedir? Bu üçünü toplamalıyam. 16 üstə gəl 98 üstə gəl 60. Neçə edir? 16 ilə 98 toplayanda olur 114, üstə 60 gələndə olur 174. Deyirəm səhv eləmədən baxın, düzdür. 174 dəqiqə. Hə, bunu da saatı çevirsəm 1 saat 60 dəqiqədir. Axı 174-ü 60-a böləndə 2 eləyir. Çünki 2 vur 60. Bu 2 saat deməkdir, daha belə yazım. 2 vur 60 120 eləyir. 174-dən də 120 çıxanda 54 qalır. Deməli 2 saat 54 dəqiqə deməkdir. 2 saat 1 saat 60, 2 dən 60, 120, bu da 54, 174. Eyni şeydir də. İndi nə etməliyəm? 16:48-də başlayıb iclas, 16:48-də. Və 2 saat 54 dəqiqədən sonra bitib. Yəni bunun üstünə 2 saat 54-ü gəlməliyəm ki, 02:54-ü. Görürüm ki, saat neçədə bitib bu iclas. 48-dən 54 topladım, oldu 102. Bu 16-dır da, öz xəttimi oxuya bilmərəm. Hə, 16-dan 2-ni topladım, oldu 18. Bu 102 60-dan böyükdür. Onda mən bunu 60 dəqiqə və 42 dəqiqə kimi fikirləşsəm, 60-dan 42, 102 daxil. 60 dəqiqə 1 saat kimi gəlib 18 üstünə olur 19. 42 dəqiqə isə burada qalır. Yəni 60-ı gəldi bura 1 saat kimi bu 19 oldu. 60 buradan çıxırsa 42 qalır. Deməli iclas neçədə bitir? 19:42-də. Yəni 577-ci testin cavabı da oldu Y. Keçirik 578-ə. Hə, biraz da uzadıblar məsələni. Uzadma, nə qədər siz uzadın. Biz artıq bu məntiqi tuta biriksə, qorxmuruqsa vəziyyətdən çox rahat çıxacaq. İclasda müdir, indi 2 dənə də müavin əlavə ediblər. Çox qorxduq. İclasda müdir, 2 müavini və 17 nəfər əlavə işçi iştirak etdi. Müdir, 2 dənə müavin, 17 dənə də əlavə iştirakçı. Yəni bunlardan əlavə. Əla. Bir hər danışıq üçün müdir 8 dəqiqə, müavinlərin hər biri 7 dəqiqə, digər iştirakçıların hər biri 6 dəqiqə vaxt sərf etdi. Bütün iştirakçıların danışıqları arasında 5 dəqiqə fasilə oldu. İclası müdür başlatdı və sonunda çıxış nitqi ilə bitirdi. İclas saat 9:23-də bitibsə, neçədə başlayır? Problem yoxdur. Mən tapsam ki, ümumi iclas neçə saat davam edib? 9:23-də bitib axı. 9:23-dən həmin saatı çıxsam, tapsam ki, neçədə başlayır? Məsəl üçün də deyirəm, mən 2 saat iclas eləmişəm, deyirəm saat 8-də bitib. Yəni neçədə başlayıb? 8-dən 2 çıxıb 6-da başlayıb. Eyni məntiqdə, yəni bitmə saatını bilirəm. Neçə saat davam etdiyini də bilsəm, 9:23-dən onu çıxsam, həmin o davam etmə zamanını, başlama zamanını tapmış olacağam. Buna hamımız razıyıq, razı. Bu hissədə bizim heşinət də nə olsun uzundur. Qorxmuruq. Kimlər var idi burada? Birinci müdirdən başlayaq, əsas adamlar. Müdir. Yazıram bura müdir. Bu müdir. Baxın gəlin də 2 dəfə danışıb bu. Hə, yenə bax iclası müdir başlatdı və sonunda çıxış nitqi ilə bitirdi. Yəni müdir 2 dəfə danışıb. Müdir dəqiqə danışır. Hər danışıq üçün müdir 8 dəqiqə bax. Müdir 8 dəqiqə danışıb. Hər danışıq üçün, amma 2 dəfə danışdığı üçün müdir 2 dənə 8 dəqiqə danışıb. 2 vur 8 dəqiqə 16 dəqiqə. Bunu yazdım. Səliqə ilə, qorxmadan. Müdirlə işimiz qurtardı. İndi müavin. 2 dənə də müavini var. Düzdür? Laf yazım belə 2 dənə müavin. 2 dənə mı yazıram özüm üçün. Yəni müdir müavini. 2 dənə də müdir müavini var. Bunlar da deyir ki, müavinlərin hər biri 7 dəqiqə danışıb. Bax, hər biri 7 dəqiqə danışır. Yəni bir müavin 7 dəqiqə, o birisi müavin də 7 dəqiqə. Yəni 2 dənə 7 dəqiqə də bunlar danışırlar. 2-ni 7-də vurdum. Oldu 14 dəqiqə. 2 dənə müavin də bir yerdə 14 dəqiqə danışır. Əla. Bunlar 2 dəfə danışmırlar. Biri 7 dəqiqə, digəri 7 dəqiqə. Ona görə 2-ni 7-də vurdum. Amma müdir 2 dəfə danışmışdı. Bir dənə müdir 2 dəfə danışıb. Açılış eləyib, qapanış eləyib. Sonra deyir ki, digər iştirakçıların hər biri, digər iştirakçıların neçə nəfərdir ki? 17 nəfər əlavə iştirakçısı var idi da. Deməli, o 17 dənə iştirakçını yazıram bura, özüm üçün səliqəli. 17 dənə iştirakçı olub, iştirakçı. Bunların da hər biri neçə dəqiqə danışıb, hanı? Digər iştirakçıların hər biri 6 dəqiqə vaxt sərf edib, hər biri. 17 nəfərlərsə 17-dən 6 dəqiqə də bunlar danışıblar. Bu kimi biraz səliqəli yazdım, hə. 17-dən 6-ya vuranda olur 102 dəqiqə. Əla. İndi bir dənə qaldı. Müdirin danışıqlığı itirdiyi vaxtı tapdım, müdir müavinləri tapdım, işçilər nə qədər vaxt sərf edib tapdım. Qaldı bir dənə fasilələr də. Neçədən fasilə olacaq burada? Bunu da bayaq kimi çox rahat qərar verəcəm. Çünki burada müdir başlayır. Bu bir nitq. Aranı tapmaq üçün də nitqlərin sayını tapıb bir çıxacağım da. Ağac varlıq məsələsi kimi. Məsələn, nitq varsa,
Ondan bir dənə çıxacağam, deyəcəm ki, filan qədər aralıq var. Yəni filan qədər fasilə var. Fasilənin sayını bu rahat tapacağam. Bax, iclası müdir başlayıb 1. Ondan sonra müdir müavinlərə danışıb 2 nəfər. 3 dənə nitq bunlar idi. Bir dənə bu danışdı, bir dənə bu danışdı. 3 dənə nitq. Aralar hələm qalsın. 3 dənə nitq. Müdir başladı. 2 dənə müdir müavinləri danışdı. Ondan sonra da neçə dənə iştirakçı var idi? Burada yazmışam. 17 dənə. Burada yazdım. 17 nəfər. Bu 3 nəfərdən sonra da, yəni 3 nitqdən sonra da 17 dənə iştirakçı danışıb. Neçə nitq oldu? 20 nitq. 3 nitq bunlar eləmişdi. Müdir, 2 dənə müavin, 3. 17 nitqdəki iştirakçılar 3 17 20 nitq. Axırda müdir bir dənə də danışır və qapanış olur. Yəni ki, 21-ci nitq də var. Düzdür? 21 dənə nitq olubsa, fasiləsi nə olacaq? 20 dənə. Çünki 21 dənə danışıq olubsa, 20 dənə ara məsafəsi, yəni ki, ara fasiləsi buraxılıb. Çünki birinci danışanda ağac və aralıq məsələsi kimi müdir birinci danışanda fasilə buraxmır. Birbaşa başlayıb danışmağa və iclas başlayıb. Yəni fasilə buraxıb başlamayıb ki. Rəssam, ağac və aralığın bunu bilirsiniz, 20 fasilə və hər fasilə nə qədər getmişdi? Danışıqlar arasında 5 dəqiqə fasilə oldu. Deməli, 20 dənə 5 dəqiqə də burada itiriblər. 20 vurdum 5-ə 100 dəqiqə. Rəssam, deməli, ümumi iclasa nə qədər vaxt gedib? Bunların hamısını toplayıram. 16, üstə gəl 14, üstə gəl 102, bax 16, 14, 102, bir də bu 100. Üstə gəl 100. Neçə elədi? 16, 14, 30, 132, 232 dəqiqə. Bunu da saatı çevirsəm, bərabərdir, bərabərdir. 60-a bölməyəndə 232-ni 60-a böləndə eləyir 3 saat yəni. 360-a böləndə 180 deyil, 232-dən də 180 çıxanda 52 dəqiqə də qalır burada. Yəni 3 saat 52 dəqiqə iclasa vaxt gedir. Deməli 9:23-də bitibsə, məsələn əvvəldən demişdim. 9:23-də bitib 3 saat 52 dəqiqə vaxt gedəndən sonra. Deməli mən 9:23-dən 3:52-ni çıxsam, nə edəcəm? Başlama müddətini tapacağam. Yenə də asan ədədlərlə demək istəyirəm, bayaqlar dedim. Bir iş ki 8-də bitib, deyirəm 4 saat işləmişəm, indi qurtarır. Deyirsən ki saat neçə? Deyirəm 8, 4 saatdır buradayam. Deyirsən hər saat 4-dən burdasan. Necə tapdın? 8-dən 4-ü çıxdım da. Yəni bitmə zamanından nə qədər vaxt sərf etmişəmsə onu çıxıram. Yəni 9:23-dən 3:52-ni çıxacağam. Bax yazıram bura. 09:23-dən çıxmalıyam 03:52-ni. Amma görürəm ki, dəqiqədən dəqiqəni çıxa bilmirəm. Ona görə 9-u 1 saat azaldıram. Edirəm 8 saat, saatdan bir də azaldıram. O saatı da 60 dəqiqə kimi gəlirəm 23-ün üstünə, 23-ün üstünə 60 gəlir 83. Çünki rahat çıxıram. 83-dən 52 çıxanda olur 31, 8-dən 3 çıxanda olur 5. Yəni 5:05:31-də iclas başlayıb. Səhərə yaxın bu vaxt iclas başlayır. Yəni ki, səhər 6-ın yarısı iclas başlayıbmış. 578-ci testin cavabı da oldu C bəndi. Çetin görsənə bilər, amma çetin deyil. Mən sizə deyirəm. Boş-boşuna özünüzü aldatmayın. Çetin görsənə bilər. Əvvəli çetin gəlibsə, mən inandım sizə. Hə, əvvəli çetindir. Amma məsələyə girişəndən sonra görürsünüz, axı həyatda bildiyiniz şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. 578 idi bu. Bu tərəfdə var, ha, bu tərəfdə var ki. Keçdik 579-a. Belə eləyim. Bu da o tip sualdandır. Olsun. Yaxşı öyrəşərik də. Özünüz də işləyin. Daha sonra videoya baxın. Deyir, müdir də, yenə də ayrı olmalı. Daxil olmaqla 12 iştirakçının olduğu iclas saat 14:45-də bitdi. Bitmə zamanını verib. Sonra yenə ki, iclası müdir başlayıb və müdir bitirdi. Müdir hər çıxışa 4 dəqiqə zaman sərf etdi. Digər iştirakçıların hər biri 3 dəqiqə danışdı. Bütün çıxışlar arasında 2 dəqiqə fasilə oldu. İclas saat neçədə başlamışdı? Bayaq kimi. Tapacağım ki, iclaslar ümumi 2 saat vaxt sərf olunub. Bitmə zamanı olsa bilirəm. Bitmə zamanından həmin saat çıxsam, başlama zamanını da tapmış olacağam. Neçədə başlamışdı? Bunu bayaqlardım da. Tezdən deyirəm. Bəlkə kimsə birbaşa bu məsələnin izahına baxır. Yəni, məsəl üçün, mən deyirəm ki, işim bitdi. Saat 8-dir, işim bitdi. Deyirsən ki, neçə saatdır buradasın? Deyirəm, 6 saatdır buradayım. Hamı deyir ki, saat 2-də gəlmişsən, Rasim. Deyirəm, hə. Necə tapdınız? 8-də deyirəmsə, iş bitib, 6 saat buradayım, 8-dən 6-ın çıxmışsınız da. Burada eyni şey. Bitmə saatı var. Neçə saat davam edin də desələr bizə, yəni tapsaq özümüz. Bundan onu çıxsaq, yəni ki, neçə saat davam edirsə, həmin saatı zamanı çıxsaq, başlama saatını tapmış olacaq. Başlayaq indi. Bununla hələ bir işim yoxdur. Neyi tapmalıyam? Burada müdir var idi. Bu müdir 2 dəfə danışıb özlə. Çünki deyir ki, iclası müdir başlayıb və müdir bitirdi. Müdir də ki, hər çıxışa 4 dəqiqə var. Hər çıxışa 4 dəqiqə zaman sərf edib. Deyirəm, məla. 2 dəfə danışmısan, ay müdir. Hər dəfə 4 dəqiqə, deməli 2 vur 4. 8 dəqiqə ilə iclasının vaxtını sən aparırsan. Bu getdi. Sonra deyir ki, müdir də daxil olmaqla 12 iştirakçı var idi. Yəni müdir də daxil olmaqla 12 nəfərlərdə. Bunlar müdiri mən çıxartsam oradan, ki çıxartmışam da, buna ayrıca baxdım. 11 dənə iştirakçı, deməli müdirdən başqa əlavə 11 dənə iştirakçı var. 11 iştirakçı varsa, iştirakçı.
Bu iştirakçılar arasında nə qədər danışır? Bax, digər iştirakçılar hər biri 3 dəqiqə danışır. Hər biri 3 dəqiqə. Deməli, 11 nəfər 3 dəqiqə danışır. Yəni 11-dən 3 dəqiqədə bunlar vaxt aparıblar. 11-i 3-ə vurdum. 33 dəqiqədə sözə görə vaxt getdi. Sonra fasilələr də oldu. İndi fasilələrin sayını tapacağam. Problem deyil o da. Bayaqki kimi. Necə düşünəcəm? Düşünürəm çox rahat, tələsmədən. Bax, müdir başladı. 11 nəfər iştirakçı var. Bir nitq. Bir dənə nitq müdir elədi. 11 dənə nitq bunlar elədi. 1, o da 11. Desə oldu 12 dənə nitq. Axırda müdir bir dənə nitq elədi. Oldu 13-cü nitq, bitdi də. 13 dənə nitq olubsa, neçə dənə fasilə olub? Çıx 1. 12 dənə arı olub. 12 dənə fasilə olub. Deməli, bunu artıq bildim. Və hər fasilədə 2 dəqiqə vaxt gedib. Deməli, 12 dənə 2 dəqiqəm də buradan getdi. 24 dəqiqə. Və salam. Ümumilikdə, indi bu iclas üçün nə qədər vaxt itirilib? Bunların hamısını toplamalıyam. 8 üstə gəl, 24. Bunu yazdım, sonra bunu yazdım. Eyb yox, qaralamayım. Sonra üstə gəl 33 fərqi yoxdur ki bunların. 8 üstə 24, 32 üstə 33 gələndə 65 dəqiqə vaxt itirilib. Bunu da saatı çevirsəm 65-ə 60-a bölünür. Bu 1 saat 5 dəqiqə deməkdir. Artıq bunu kim bilirsiniz. 60 dəqiqə 1 saat deməkdir. 5 dəqiqə də 5 dəqiqə. Ne demişdim? Neçədə başlamışdı soruşurlar bizəm. Əvvəldə də 3 saat başa salmışdım ki, bitmə saatını bilirəmsə, bitmə saatından çıxacam davam etmə saatını, yəni neçə saat gedir bu iclas və başlama saatını tapmış olacağam. Yəni 14:45-dən çıxacam 1 saat 5 dəqiqəni, 1 saat 5 dəqiqəni, 45-45 elədi 40, 14:41 elədi 13. Deməli 13:40-da iclas başlayıbmış. 579-cu testin cavabı da oldu B. Silin bunu keçək 580-ə. 580-ci suala baxaq. Bu sual ya miqdə idi keçən ilkində, ya sertifikasiyada. Hansısa olmalıydı. O sualı kimsə yadında saxlayıb atmışdı. Və axırda şərti indi yadında da qaldığı kimi yazıb, kitabda eyni cür yazıblar. Amma ki, sondakı sualın qoyulması əməlli başlı səhvdir. Onu mən sizə deyəcəm, ora çatanda. Əslində nə soruşmaq istəyirəm, onu da deyəcəm sizə. Əsas bunu ümumi məntiqini başa düşün, bu sualları çox rahat həll edəcəksiniz. Bana deyir ki, bir işçi 3 saata 135 kisə gətirir, digər işçi 2 saata 68 kisə yığır. Birincisi mən yenə də deyirəm ki, burada fikir tam aydın olmur. Belə demək lazımdır. İndi mən daha dəqiq açım. Bir işçi 3 saat 135 kisəni belə deyim də ambara götürür. Bura ambar da. Bir nəfər kisəni bura götürür. Bir nəfər isə yığır. Götürür buradan, yığır başqa yerə. Yəni ambardan götürür, aparır başqa yerdə. Ambardan götürür, aparır. Birisi ambara götürür. Düzdür? Bax, götürür. O birisi isə yığır, aparır. Belə deyək, aparır. Yığır deməkdir, aparır. Və ya yığır harasa düzür, fərqi yoxdur. Biz aparır kimi deyək ki, bizə daha rahat olsun təsəvvür eləmək. Bunu başa düşürəmsə mən, axır kimi oxuyum, birinci axır kimi oxuyam. Onlar səhər saat 7:50-dən işə başlayıblar. Gün ərzində 2 dəfə nahar fazisi ediblər. Günün sonunda 121 kisə yerdə qalır. 19:20-də işləri yekunlaşır. Gün ərzində etdikləri fasilənin eyni olduğunu nəzərə alaraq fasilənin birini kəsrlə ifadə edin. Bu kəsrlə ifadə edin söhbətidir mən dediyimi. Bu düzgün sual deyil. Nə demək istədiyini axırda deyəcəm. Yəni biz nə qədər fasilə ediləni tapaq, əsas odur. Hələ ki nə qədər fasilə edilir, onu soruşurlar. Bir onu tapaq, sonra kəsrlə ifadə edin, mən sizə deyəcəm. Yaxşı. Fasilə neçə dəqiqə vaxt gedib onu məndən soruşur. Mən də baxıram dedektiv kimi yerdə. Deyirəm 1 dəqiqə. Sənin 2 dənə işçin var. Deyir, hə. Birisi nə edir? Deyirsən ki, birisi var, bir dənə işçi. 3 saat 135 kisəni götürüb sənin üçün bura boşaldır. Səmtiyən. 3 saat 135 kisə boşaldırsa bura, onda 1 saat nə qədər boşaldır? 135-i 3-ə bölməliyəm də. Tapıram ki, 45 kisə. Mən nə tapdım? Deyirəm ki, mən tapdım ki, sən o bir dənə işçin var idi. 1 saata, 1 saat tamam oldu. Götürüb 45 dənə kisəni, bax burada mən oldum otağa. Skladda görə. Sklada, ambara yığacaq. Buna hamımız başa düşdük? Başa düşdük. Sonra o birisi işçi nə edir? Deyir ki, digər işçim 2 saata 68 kisəni yığır buradan. O birisi götürüb tökmür bura. Bu da yığır buradan aparır başqa yerə. Satış məsələsində satışa və ya vurur başqa bir uvaza göndərir satışa. Bir sözlə buradan yığır aparır. Bu skladdan bu otaqda olmur. Yəni ki, digər işçim 2 saata 68 kisəni yığıb aparır. Deyirəm, yaxşı. O 2 saata bax 2 saata 68 kisə yığırsa, 68 böləm 2-yə tapıram ki, 1 saata 34 kisə yığır buradan. Deyirəm, sən 1 dəqiqə dayan.
Hələm bu saat 7:50 işə başlayıblar, gün ərzində 2 dəfə nahar fasilə ediblər. Bunu başa düşdüm. Hələm onu bir dənə qoy qırağa, mənim beynimi çaşdırma. Onu səndən tezdən soruşacağam. Günün sonunda deyir 121 kisə yerdə qaldı. Bax, buna köklənirəm. 121 kisə yerdə qalıbsa, yerdə qaldı nə deməkdir? Yerdə qaldı o deməkdir ki, iş qutarandan sonra mən bir müdir kimi gəlib girəm baxam ki, 121 dənə kisə qalıb yerdə. İndi bunların neçə saat işlədiyini mən tapa bilərəm. Necə? Qulaq asın. Çünki bu bura 45 kisə tökmür 1 saat ərzində. O 1 saatda bu bir də işləyir də. Bu da buradan 34 kisəni götürüb aparır. Düzdür? Onda 1 saat tamam olanda yerdə neçə kisə qalacaq? 11 kisə. Çünki 1 saat ərzində o bir işçim 45 dənə kisəni bura tökür. O 1 saat ərzində bu birisi buradan yığıb apararaq 34-ünü aparır. 1 saat qalan deyən bir dəqiqə dayanın ikisiniz də dayandılar. Yerdə 11 dənə qalıb. Sən neçə 45 dənə sən götürsən 34-ünü sən burada aparmısan, hə 11 dənə yerdə qalır. Deməli hər 1 saatda 11 dənə yerdə qalır. Günün sonunda 121 dənə kisə yerdə qalıbsa, 121-i böləm 11-ə. Çünki hər 1 saatda 11 kisə yerdə qalır axı. 121 hissəsi də 11 var, hələ 11 dənə. Deməli bunlar 11 saat işləyiblər. Çünki hər 1 saatda 11 kisə yerdə qalırsa, bax 11 saata 11 ilə 11 yerdə qalır, yəni 121 kisə yerdə qalır. Başa düşdünüz? Yəni 121 kisə yerdə qalmayıb. Mən də bilirəm ki, hər 1 saatda 11 kisə qalır da yerdə. 121-i də tapıram ki, 11-ə bölündə görürəm 11 edir. Deyirəm ki, 11 dənə 11 qalıb burada. Deməli hər 11 dənə qalması üçün 1 saat vaxt gəlsə, deməli 11 dənə 1 saat vaxtım gedib mənim. Yəni 11 saat siz işləmisiniz ki, 11 saatda hər 1 saatda 11 kisə yerdə qalırdı. Eyni sözü dəfələrlə deyib ki, tam benzin satsın. Bəxtdən 2011-in olmasını sizi çaşdırmasın. Hə, lap yaxşı. Mən tapdım ki, bu iş 2 dənə işçim 11 saat təmiz işləyib. Təmiz işləyib. Yəni fasilənin zadı əlavə üstünə gələrəm. İndi mənə deyir ki, deyirəm başqa məlumatları indi mənə. Neçədə başlayıblar işə? Deyir ki, 7:50-də işə başlayıblar. Deyirəm əla. Neçədə bitiriblər? Deyir 19:20-də işlərini yekunlaşdırırlar. Yəni deyəcəm görüm neçə saat bunlar işdə olublar. 19:20-də nəyə çıxmalıyam? 7:50-də ikisi də eyni gündəki saatı göstərəndə sonraki saatdan əvvəlki saatı çıxırıq da həmişə tapmaq üçün zamanı. 19:20-dən çıxıram 07:50-ni. Dəqiqədən dəqiqə çıxmaq olmur. 19-u 1 saat azaldıram 18 edirəm. O 1 saatda 60 dəqiqə kimi 20 dəqiqənin üstünə gəlirəm olur 80. 80 çıx 50 30. 18 çıx 7 11. Deməli siz 11 saat 30 dəqiqə 7-dən 19:22 11 saat 30 dəqiqə edir. Mən də tapdım axı siz cəmi 11 saat işləmisiniz. 30 dəqiqə aradakı var. Daha yazıb çıxmır da. 11 saat işləyiblər, amma ki 11 saat 30 dəqiqə vaxtları gedir. 7-dən 19:22. Amma 30 dəqiqə nədir? Düz olardı ki 30 dəqiqə bir sənədir aradakı 30 dəqiqə. Biz də adamlıqda dincəlməliyik də. 30 dəqiqədə dincəlmişik də. Hə, neçə dəfə dincəlmisiniz 30 dəqiqədə? 2 dəfə. Deməli 30 dəqiqə 2 dəfə dincəliblər. 2 dəfə 30 dəqiqə yox ha. Ümumi 30 dəqiqə dincəliblər və 2 dəfə nahara fasiləsi eləyiblər. 2 dəfə. Yazıqlar 30-u 2-yə böləndə 30 dəqiqəni 2 dəfə fasilə eləyiblər də. Eləyir 15 dəqiqə. Deməli bizə bir fasilə var. Gün ərzində etdikləri fasilənin eyni olduğunu nəzərə alaraq fasilənin birini. Fasilənin birisinin 15 dəqiqə olduğunu mən tapdım. Yəni bunlar 2 dəfə 15 dəqiqə dincəliblər olub 30 dəqiqə. Yəni hər fasilə 15 dəqiqə gedir də bir fasiləyə. 11 saat işlədilər, 11 saat 30 dəqiqə bax orada şərtimi ödəyir. Mən tapdım. Bura kimi əla gəldi. Sual əslində nədir? Bu deyə fasilənin birini kəsildi ifadəni. Riyaziyyatda belə şey yoxdur. Fasilənin bir kəsildi ifadəni o nə deməkdir? Nəyə nəzərən? Necə kəsilən ifadəni? Burada demək istəyirlər ki, bu fasiləni ki biz dəqiqə ilə tapmamışıq, bu fasiləni saatla yazın və kəsirlə ifadə edin. Başa düşdünüz? Yəni mən bu 15 dəqiqəni saatla yazmaq istəsəm, 15 dəqiqə kimi yazmada neçə saat kimi yaz. Yəni bu 15 dəqiqəni saat kimi yazmaq istəsəm kəsirlə ifadə edəcəm axı. Mən bu 15 dəqiqəni saatla yazmaq istəsəm, 1 saat neçə dəqiqədir? 60 dəqiqə. Onda bu 15 dəqiqə də 1 saatın hansı hissəsidir? 1 saat 60 dəqiqə deyil. Yəni 60 dəqiqənin hansı hissəsi də 15 dəqiqə? 60-lərdən 15-i deməkdir də. Yəni 60-da 15 hissəsidir. Vəssalam. Bu 15 dəqiqəni saatla ifadə eləmək istəyəndə bunun məxrəcinə 60-ı yazıram. Çünki 1 saat 60 dəqiqədir, bu da 15 dəqiqədir. Deməli 60-da 15 hissəsidir. Yəni 1 saatın 60-da 15 hissəsidir. Bunu da ixtisar yaparsan 15-ə, burada 1, burada 4 qalır. Yəni hər ikisini 15-ə bölsəm 4də 1 cavabı 580-ci testin cavabı olur B bəndi. Vəssalam, bunun da işimiz bitdi. Yenə deyirəm, fasilənin birini kəsirlə ifadə edin çox anlaşılmaz sözdür. Məsələn, kəsin ifadə eləməyin axırda. Amma nəyə nəzərən? Nə üçün kəsin ifadə edir? Deyək ki, məsələn, bu belə bir sual ola bilər də. Fasilənin biri, yəni fasilənin biri ümumi iş saatının hansı hissəsini göstərir? Bunu kəsirlə ifadə edir. Bu da ola bilər. Və ya fasilənin biri
Ümumi iş saatini yox, onların işlədiyi saatın, ümumi iş saatini yox, ümumi iş saatı bu idi 11 saat 30 dəqiqə. Bunu yox 11-in hansısını göstərir, onu kəsrlə ifadə edin. Fasilənin birini saata çevirin, onu yəni kəsrlə ifadə edin deyəni nəyi demək istəyirsiniz? Əslində bax yenə deyirəm, cümlələrdə xətalar çoxdur. Mən bunu deməyə məcburam. Yoxsa bezdirmək üçün, o qoca kişilər kimi deyin gəldiyi üçün demirəm. Amma bunu demək mənim borcumdur. Çünki mən desəm bu mənaya gəlir, olmur axı. Mən desəm ki, məsələ həll edəndə kəsrlə ifadə etmək o deməkdir ki, o demək deyil. O demək deyil. Sadəcə bunlar bunu soruşmaq istəyiblər və bunun cavabı 4də 1 olur. Mən yenə deyirəm, mənim indiki yolumda o imtahandan kimsə çıxıb atmışdı ki, belə bir sual olub. Axırında hələ belə yazılmışdı, rusca ilə yazılı şey idi. Yadına nə qalıb da mən onu qınamıram. Ha, o boyda şey yadında saxlayıb halaldır ona. Axırda nəsə yazıb da belə kəsrlə ifadəni zət görüb də, indi onu da yazıb. Ondan sonra məsələlər belə yazırlar. Bu düzgün deyil. Axı o tez bazar yazıb da, yadında qalanı. Amma beləsinə yenə deyirəm mən bunu sual olaraq düzgün sual qəbul edirəm. Amma bildiniz də nəyə soruşmaq istəyirlər. Bir sual imtahanı çıxanda daha düzgün formada çıxacaq. Mən qorxmuram. 581. 581 də onun kimi sualdır. Daha çox uzun danışmaram da bu dəfə. Oxuyuram birinci tam. Bir işçi 4 saatı 60 hissə götürür. Yəni tam oxumam elə buradan başlayaq da. 4 saatı 60 hissə götürürsə 1 saatı nə qədər hissə götürür? 64-ə böldüm, tapdım 15 hissə. İşçinin birisi 1 saatı bura 15 dənə hissəni götürür bax bura. Digər işçi 8 saatı 104 dənə hissəni buradan yığır. Onda 1 saat neçə hissə yığır? 104-ü bölməliyəm 8-ə. Tapdım ki 13 hissə. Deməli 1 saatı sən 15 hissəni bura yığırsan, hə? 1 saata da sən 13 hissəni buradan aparırsan. Düzdürmü? Yəni sən daha doğrusu bura götürürsən, bura yığıb aparırsan. Yəni 1 saat tamam olanda yerində neçə hissə qalır? 15-ini sən götürdün, 13 götürdün bura, 13-ünü də bu birisi götürüb apardı burada. 1 saat tamam oldu, baxıram ki, yerdə cəmi 2 hissə qaldı. Bax, bu da bir məlumat kimi yadımızda qalsın. Tapdım ki, hər 1 saat tamamında yerdə 2 hissə qalacaq. 2 hissə artacaq da belə. İndi onlar səhər saat 7-də işə başlayıblar, lap yaxşı. Gün ərzində 2 dəfə nahar fasiləsində edirlər, o da lap yaxşı. Günün sonunda 18 hissə yerdə qalıb. Günün sonunda 18 hissə yerdə qalıbsa, hər 1 saatda 2 hissə yerdə qalır. Deməli, bunlar neçə saat işləyiblər? 18-i bölürəm 2-yə. Tapıram ki, bunlar 9 saat işləyiblər. Çünki hər 1 saatın sonunda biri 15, biri 13, biri 15 götürür, biri də 13 götürüb apar. 2 hissə yerdə qalırdı. 1 saatı 2 hissə, 2 saat tamam olanda bir dənə də 2 hissə gəlir, 4 hissə, düzdür? Yəni 18-i 2-yə böldüm, tapdım 9 saat işləyiblər ki, 9 və 2 hissə qalıb, 18 hissə yerdə qalıb. Əla. İndi ümumilikdə işi neçə saat olurlar tapmalıyam. Yəni ki, 19:20-də işi yekunlaşdırırlar, 7:50 işə başlayırlar. 19:20-dən 7:50-ni çıxıram. 19:20 çıx 7:50. Bayaq kimi görürəm ki, dəqiqədən dəqiqəni çıxmaq olmur. 19 1 saat elib 18 edirəm. O 1 saat 60 dəqiqə kimi gəlirəm 20-nin üstünə. 20 60 80 edir. 80 çıx 50 30, 18 çıx 7 11. Deməli 11 saat 30 dəqiqə onlar işləyiblər. Yəni işdə olublar. Amma 11 saat 30 dəqiqənin 9 saatını işləyiblər onlar. 11 saat 30 dəqiqə orada olublar olmağını. Amma cəmi 9 saatını işləyiblər. Onda 11:30-dan 9-u çıxıram, 9 saatı. Çıxanda 30 çıx 0 30, 11 çıx 9 2. Tapıram ki 2 saat 30 dəqiqə bunlar fasilə eləyib. Çünki 11 saat 30 dəqiqə işdə olublar. Düzdürmü hə? Özüm öz xəttimi oxuya bilmirəm. Hə 18 idi, 7 çıxanda 11 düzdür. Hə 11 saat 30 dəqiqə onlar işdə olublar, amma 19 saatını işləyiblər. 11:30-dan 9 çıxdım, tapdım 2 saat 30 dəqiqəni işləməyiblər. Yəni fasilə eləyiblər. Və özü də mənə deyir ki, gün ərzində 2 dəfə nahar fasiləsi eləyiblər. Düzdür? 2 saat 30 dəqiqə fasilə eləyiblərsə, onda mən 2 saat 30 dəqiqəni bölüm 2-yə də 2 saat 30 dəqiqəni 2-yə bölmək çox rahatdır. Hər ikisini 2-yə bölürəm. 2 saatı 2-yə böləndə olur 1 saat, 30 dəqiqəni 2-yə böləndə 15 dəqiqə. Yəni hər fasilədə 1 saat 15 dəqiqə dincəliblər. Çünki 2 saat 30 dəqiqə fasilə eləməmişdilər. Bir dənə baxın, başqa şey yoxdur. 7:50-dən işə başlayıb gün ərzində 2 dəfə nahar fasiləsi edirlər. Günün sonu 18 19 ildə işlərə keçir. Gün ərzində etdikləri fasilənin eyni olduğunu nəzərə alaraq fasilənin birini kəsirlə ifadə edin. Hə. Nəysə. Biz burada tapdıq ki, 1 saat 15 dəqiqə, bir fasilə, 2 saat 30 dəqiqə fasilədir, 2-yə böldüm. Bir fasilə 1 saat 15 dəqiqə vaxt getir. İndi bunu mən saatla göstərmək istəyirəm. 1 saat 15 dəqiqə ödəyir, 1 saat elə 1 saat o heç. 15 dəqiqəni saatla göstərmək yazacağam. 60-da 15. Çünki 1 saat 60 dəqiqədir, 15 dəqiqə də 60-ın 60-da 15 hissədir. Çünki 60 dəqiqədən 15-idir də. 60-da 15 hissəsidir. Bunu da ixtisar yaparsam 15-i, burada 1, burada 4 qalır. Yəni cavab olur 1,4-də 1. Bunu da düzgün olmayan kəsrə çevirsən, bunu bazı dərslərimizdə öyrənmişik. Qarşı xəttdə düzgün olmayan kəsrə çevirəndə məxrəc necə var qalırdı, sürətlə yazırdım.
Məxrəci tam hissəyə vururdum. 4-ü 1-ə vuram 4, üstünə də gəldim sürəti. Yəni bunu buna vuram 4 vur 1, 4 üstünə 1 gələn 5. Yəni cavab 4-də 5. O da hardadır? Y bəndində var. 4-də 5 və ya 5 böl 4, 5 böl 4. 581-ci testin cavabı da oldu Y bəndi. Silək bunu, keçək 582-yə. Bu sualları öz beyinlərində necə tuturlar, o cür qururlar. Amma sualın şərtini mən yenə də deyirəm, səhvdir. Amma yenə də deyirəm, nəzərdə tutublam, onu başa salacağım sizə, yaxşı. Amma səhvli də deyəcəm sizə. Mən durub deyəməm də bu məsələ bu cür həll olunur. Çünki bu cümlə o mənaya gəlmir. Amma nə mənaya gəlməsini istəyirlər, onu sizə deyəcəm. Yaxşı, narahat olmayın. Məsələlər çox asandır. Amma belə səhvlər kitablarda var da. Deyib, Bakı ilə İstanbul arasında saat fərqi 2 saat, İstanbul ilə London arasında saat fərqi 1 saat. Əslində çox asan sualdır. Amma burada Bakı ilə İstanbul arasında saat fərqi 2 saat deyəndə mən indi hardan bilim ki 2 saat fərq demirsən? Yəni İstanbul bizdən 2 saat qabaqdadır, yoxsa 2 saat dalda? Mən bunu bilmirəm axı. 2 saat fərqimiz var. Məsəl üçün, coğrafiyanı bilsəm, o heç. Amma bu coğrafiya məsələsi deyil. Məsələn, coğrafiya biləndə bilirsən ki, meridianlarla hansı istiqamətdə gedəndə saat artır da. Yəni Greenwich meridianı var Londonda. Oradan o üzə gedəndə, sola gedəndə artır, məsələn, sağa gedəndə saatlar azalır və s. Bu coğrafiya fənninə aiddir. Mənim uşaqlığımdan yadımda qalıb da. Amma söhbət odur ki, sən burada 2 saat deyəndə mən bilməm. 2 saat qabaqdadır bizdən, yoxsa dalda. Məsələn, bizi saat 12 onda onları 2 olur, yoxsa 10. Bunu bilmirəm. Deməmsən çünki. Bax, söhbət budur. Amma nə nəzərdə tutulur deyəcəm sizə. Hə, Bakı ilə İstanbul arasındakı saat fərqi 2 saat, sonra ki İstanbul ilə London arasındakı saat fərqi 1 saatdır. Bax, söhbət budur. Lap tutaq ki, mən onları 2 saat özümdən qabağa götürdüm, İstanbulu. İstanbul ilə London arasında saat fərqi 1-dir. İndi onlar arasında o 1 saat nədir? Dala gedim, qabağa gedim. Bilmirəm. Amma indi deyirəm sizə. Bax, bu cümlə düzgün qurulmayıb, amma mən sizə deyim. Özləri ki, varianta baxanda arxada necə götürüblər, ona baxanda başa düşürəm ki, nə demək istəyirlər. Amma hələ olmaz da, yenə deyirəm. Əslində demək istəyirlər ki, İstanbul Bakıdan 2 saat qabaqdadır. İstanbulun saatı Bakıdan 2 saat çoxdur. Başa düşdünüz? Məsələn, bizdə 10 olanda onlarda 12 olur. Başa düşdünüz? Londonun da saatı İstanbuldan 1 saat qabaqdır. Başa düşdünüz? Bunu demək istəyir. Onda mən buradan açıq-aşağı başa düşürəm ki, Bakı ilə London arasındakı fərq neçə olacaq? 3 saat. Yəni İstanbul bizdən 2 saat qabaqdadır. London da ondan 1 saat qabaqdadır. Deməli, İstanbul məndən 2 saat qabaqdırsa, London məndən 3 saat qabaqdır. Çünki London İstanbulun özündən 1 saat qabaqdır axı. İstanbul da məndən 2 saat qabaqdadır axı. Yəni 3 saat qabaqdadır. Başa düşürsünüz? Yəni bizdə 10 olanda qabaq deyim, onlarda 13 olur. Bunu demək istəyirlər, amma bunu tam ifadə eləmirlər. Sonra deyir ki, Firuz Bakı İstanbul London reysi ilə Bakı vaxtı ilə 18:00-da yola düşdü. Lap yaxşı. Cəmi 4 saat yolda oldu. Burası çox asandır. Çox asan məsələdir. Burası şərt səhvdir. 18:00-da 4 saat yolda olubsa, deməli mən Bakı saatı ilə saat neçədə çatacağam? Mən bir dənə səhv var, burada onu deyəcəm. O ümumiyyətlə kobud səhvdir. 18:00-da yola düşmüşəmsə, neçə saat neçədə çatacağam? 4 saat yolda olmuşamsa 22:00-da Bakı saatı ilə. Bakı saatının 22:00-da oraya çatacağam. Yenə deyirəm, bax, mən 18:00-da çıxdım, 4 saat çatmamışam. Qolumda elə Bakı saatında çatdım, baxıram ki, ələm orada dəyişiklik eləməmişəm. Deyirəm ki, 22:00-da çatdım bizim saatla. Hə, söhbət budur ki, sual da düz verməmişəm. Deyir ki, Firuz saat neçədə Londonda ola bilər? Hansı saatla? Hansı saatla soruşsan? London saatına soruşsan saat neçədə olacaq? Bakı saatına soruşsan saat neçədə olacaq? İstanbul saatına soruşsan, yəni hansı saata nəzərən soruşursan? Bakı saatına soruşsansa düzgün cavab imkan olmuyor. Elə 18:04 gəlir, heç bunlar vecimə olmaz. Amma çox güman ki, onu soruşmaq istəmirlər. Deməli, onlar London saatına soruşmaq istəyirlər. Bax, onu da qeyd eləməliylər. Yəni Firuz London saatı ilə saat neçədə Londonda ola bilər. Düşün ki, bu səhv deyəcək ki, Londonda olsa London saatına necə oturuq? Yox. Heç vaxt bu məntiqli deyil. Yəni ki, sən bunu sübut edə bilməzsən. Mən ki, mən deyirəm ki, Firuz saatı neçədə Londonda ola bilər. Deməli, London saatını deyirəm. Elə şey olur. Yəni elə bir şey yoxdur. Saat neçədə deyirsənsə, sən deməlisən hansı mövqeyə nəzərən saat neçədə nəzərdə tutursan, bax buraları mən deməyə məcburam. Çünki mən deyirəm ki, cümlə bu mənaya gəlir, ona görə cavab budur. Düzgün olmur axı, belə izah verərlər. Mən yalandan necə danışım? Özüm o cür düşünmürəmsə, mən necə o cür deyim? Neysə, çox asan məsələni bax 3 saat danışdırdılar bizə. Bakı saatına imkan oynadı olacaq. Biz tapmadıq 3 saat bunun arasında fərq var ki, o da əslində şərt düzgün verməmişdilər. Yəni ki, 2 saat 1 saat 1, 3 saatda. Yəni London bizdən 3 saat qabaqdır. Yəni bizdə 22:00-dırsa, onlarda 22:00-ün 3 saatı gələcəm, onlarda 25:00-dır.
Və mən nə demişdim? 25:00 olmaq saatda əgər 24-dən böyük və 24-ün özünü görsən, biz 24 çıx ondan 24. 25-dən 24 çıxan neçə olur? 1, 0,1. Deməli Londonda gecə 1-dir. Yəni B bəndi. Arxada da baxsınız 582-yə, bir də mən də baxım. 582-yə, bəli. B bəndi seçiblər. Bu sualdan hələ 1-2 dənə də var. Yoracaqdır. Çox asan sualdır. Yəni deyirəm, buraları sürətli keçəcəm ki, daha mənası yerə vaxt demək. Yəni Bakı ilə İstanbul arasındakı saat fərqi 2 saatdır. İstanbul ilə Paris arasındakı saat fərqi 2 saatdır. Yəni 2 saat bu bizlə qabaqdır. 2 saat da o ondan qabaqdır. Yəni bizim ilə aramızda 4 saat fərq var. Bunu bilin. Bunu demək istəyir. Yəni ki, o bizdən 4 saat qabaqdadır. Qabağı daldı deməyib bizə iş olsun. Biz özümüz tapırıq. Kitabın arxasına baxıb bilirik ki, bu 4 saat qabaqda olmur deyir. Sonra deyir ki, Firuz Bakı, İstanbul, Paris reysi ilə bunu biraz quzu çəkim bəlkə. Bakı vaxtı ilə saat 18:00-da yola düşdü. Cəmi 5 saat yolda olub. Çox asandır. Yəni 18-də düşüb, yola düşüb və 5 saat yolda olubsa, 18 üstünə 5 gələn 5 saatı. Cavab edir 23:00. Yəni ki, Bakı vaxtı ilə, təbii ki 18-də çıxmışam 5 saat sonra baxıram, saatım eyni saatda. Təyyarə minəndən sonra baxıram, 23:00-da bizim vaxtla qalır da saat həmdə. Yəni Bakı vaxtına 23:00-da mən harda oldum? Parisdə. Axırıncı reysim Parisdə oldum. İndi yenə də bayaq ki, Firuz saat neçədə Parisdə olar? Demir hansı saatla. Amma Paris saatı nəzərdə tutulur. Demir, deməlidir. Mən bunu təxmin eləməli deyiləm. Ki, təxmin eləyə də bilmərəm. Düzgün təxmin eləməyə bilərəm. Yəni burada kimsə gedib 23:00 cavabı olsa variantı gedib 23:00 cavabını götürə bilər. Nəysə, mən tapdım ki, bu 18-də çıxıb 5 saatdan sonra 23:00-da çatıb Bakı saatı ilə. Və mən bilirəm ki, 2-2, 4 saat. Paris saatından soruşur əslində. Paris də bizdən 4 saat qabaqda olduğu üçün 23 üstünə 4 gələm. Deyirəm, bizdə 23:00-dırsa, bunlarda 27:00-dur. Sonra baxam ki, 27-yə bir şey yoxdur axı. Saatım 24-dən böyük və 24 olanda bunu 24 azaldım. 27-ni 24 azaldım neçə eləyir? 3. Yəni ki, gecə 3-dür. Paris saatına. Bizim saatla çatmışam 23-də. Amma Paris saatı ilə orada gecə 3 imiş. Gecə 3-də, yəni 3:00 haradır? Y bəndi. Vəssalam. 583-ün də cavabı oldu. Y, keçək 584-ə. 584 də ondan olmasın da. O da ondan da deyilsən. Həri. Eybi yox. Çox asan sualdır. Bax, sizə qorxulu görsənməsin. Çox asan sualdır. Yəni də Bakı ilə İstanbul arasında saat fərqi 2 saat, İstanbul ilə Roma arasında saat fərqi 1 saat. Nəsə demək istəyir ki, 3 saat. Düzgün deyil cümlə, amma demək istəyir ki, 3 saat. Yəni Roma bizdən 3 saat qabaqdadır. Bunu demək istəyir. Və sonra deyir ki, 15-də yola düşüb Bakı vaxtı ilə 5 saat yolda olub. 15-də yola düşmüşəm, 5 saat yolda olmuşamsa, deməli 20:00-da bizim saatla, 15:00-da minmişəm. 5 saat yolda olmuşam və Roma düşəndə baxıram ki, bizim saatla 20:00-dur. Amma onların saatı neçədir? Bunu soruşmaq istəyir. Yəni deməyib hansı saatla, amma ki Roma saatına soruşmaq istəyir. Mən nə tapmışdım? 2 saat burada, 1 saat burada. Yəni 3 saat fərq vardı aramızda. 2 saat buradan bura, 1 saat oradan ora. Yəni 3 saat Roma bizdən qabaqdır. Yəni 20:00-da mən ora düşmüşəmsə, əslində onlarda 3 saat bizdən qabaqdır saat. 20:00-da 3 gələn. Onlarda saat 23:00-dır. Ona görə də 584-ün cavabını Y götürməliyəm. Heç kim buna çətin məsələ kimi baxmasa çox asan məsələdir. Yəni mən deyim ki, düzgün ifadə etsə çox asan məsələdir. Keçdik 585-ə. Bu sonuncu da özdə. Bununla da işimiz bitir. 585-də nə deyir ki, Zülfiyə sualları yazmaq üçün 3 gün işlədi. Bu biraz o birsə baxın göz çətin məsələdir, amma burada girişmək, nə deymişəm? Girişin məsələyə. Girin, qeydləri aparın, oradan bir yol çıxacaq. Baxın. Zülfiyə sualları yazmaq üçün 3 gün işlədi. Gələ, yazıram. 1-ci gün, 2-ci gün və 3-cü gün. Amma hər gün nə qədər işləyib hələm bilmirəm. Görüm nə deyir. Deyir ki, və cəmi 9 saat 40 dəqiqə vaxt sərf etdi. Yəni, 1-ci gün 3 saat sərf edib, bilmirəm. Buna A dedim. Yəni, məsələn, axır kimi oxusuz görürsünüz ki, ayrı-ayrı verməyib. 1-ci gün 3 saat, 2-ci saat, 2-ci gün 3 saat, 3-cü gün 3 saat işləyib, verməyib. Ona görə 1-ci gün deyirəm A saat, 2-ci gün hər hansı bir B saat, 3-cü gün C saat. Müxtəlif ədədlərdir, bunlar bilmirəm. Neçə saat vaxt sərf edib. Amma sonra mənə deyir ki, bax, burada əsas demiş ki, onların cəmi 9 saat 40 dəqiqədir. Çünki deyir ki, bax, yazmaq üçün 3 gün işlədi və cəmi 9 saat 40 dəqiqə vaxt sərf edib. Yəni, bir kənarda yazıram. 1-ci gün işlədi saatın üstünə, A-nın üstünə. 2-ci gün işlədi saat, yəni B-ni. Üstünə də 3-cü gün işlədi saat, yəni C-ni gəlsən, mənə 9 saat 40 dəqiqəni verməlidir. Belə yazım, 9 saat 40 dəqiqəni verməlidir. Bu qeydimi apardım. Bax, girişmək bu deməkdir. Çətin bir şey yoxdur. Qeyd apardım, sonra nə deyir, onu da yazıram. Yazdım. Sonra özü mənə deyir ki, 1-ci və 2-ci gün o 5 saat 55 dəqiqə vaxt sərf edib.
Birinci gün A-dır, ikinci gün B-də axı, düzdür? Deməli A ilə B-ni toplayanda 5 saat 55 dəqiqəyə bərabər olmalıdır. A plus B bərabər olmalıdır 5 saat 55 dəqiqəyə. Diyan burada. Diyan bu. O hamısını yazım, əyib yox. Sonra ki, birinci və üçüncü gün isə 6 saat 20 dəqiqə işlədir. Birinci gün A-dır, üçüncü gün C-dir də, düzdür? Birinci və üçüncü gün deyib bax mənə. Birinci gün A saat işləyib, üçüncü gün C saat işləyib və bunları toplayanda, çünki deyir ki, birinci və üçüncü gün bir yerdə 6 saat 20 dəqiqə işlədi. Yəni 6 saat 20 dəqiqədir. Bura qeydimi apardım. Çox əla. Sual ki, Zülfiyə ikinci və üçüncü gün nə qədər vaxt sərf etdi? Yəni ikinci və üçüncü günə birlikdə nə qədər vaxt sərf etdi? Bunu məndən soruşur. Deməli, baxın, bura baxanda bu A plus B plus C bərabər 9. Qeyddə apar. O nə deyib? O qeyddə aparmışam. Mən qeyri-adi bir şey eləmişəm. Burada A plus B plus C bərabər 9,40 deməmişdilər. Mən deyirəm ki, buradakı A plus B var ha. Mənim aşağıda belə bax, A plus B 5 saat 55 dəqiqə deməkdir. Mən bunu silib, bunlar hərəsini necə bilmirəm, amma bunlar toplayanda 5 saat 55 dəqiqə edir. Bunu yəni 5 saat 55 dəqiqə yaza bilmərəm, yaza bilərəm. Çünki bunların cəmi 5 saat 55 dəqiqəni verməlidir. Toplanan cəm. Toplananı tapmaq üçün cəmdən digər toplanan çıxmırlar. Bəli. Və mən buradan C-ni tapa bilərəm. Bir kənarda yazım. 940-dan 555-i çıxmalıyam. 940 çıxılsın 555. 40-dan 55 çıxmaq olmur. Bunu 1 saat azaldıram, 9 saat olur 8. O 60-ı da 1 saata 60 dəqiqəni 40-ın üstünə gələm olur 100. 100. 40 idi, 60 gəlmiş oldu 100. 100-dən 55 çıxanda 45. 8-dən 5 çıxanda 3. Yəni C-nin 3 saat 45 dəqiqə olduğunu tapdım. Bax, buraya yazıram. C 3 saat 45 dəqiqədir. Bunu tapdım. Əla. Mənə ikinci və üçüncü gün deyiblər. 3-ü tapdım. Mən ikinci gündə tapmalıyam ki, bu ikisini toplayım. İkinci və üçüncü gün nə qədər vaxt sərf olunur, ikisi bir yerdə onu tapmış olum. Problem yoxdur. Artıq bax 3-ü tapdım. İndi mən B-ni tapmalıyam da, düzdür? Düzdür. Sən Rasim, C-ni tapmısan. Bax, C-ni tapmısan. İndi sən burada A üstə gəl C 6 dəqiqə 20 saniyədir bilirsən axı. Deyirəm, hə, bilirəm. Sən C-ni də tapmısan axı 3 dəqiqə 45 saniyədir bax burada. Onda bu C-nin yerinə silib 3 dəqiqə 45 saniyə yaza bilərsən. Bəlkə 3 dəqiqə 45 saniyədir. Deməli A üstə gəl 3 dəqiqə 45 saniyə bərabərsə 6 saat 20 dəqiqə. Və toplanan cəm. Bu toplanan tapmaq üçün nə etməliyəm? Yenə də cəmdən digər toplanan çıxmalıyam. Bax, bir kənarda çıxıram. 6:20-dən çıxmalıyam bu 3:45-i. Bayaqki kimi görürəm ki, dəqiqədən dəqiqəni çıxmaq olmur. 6 saatı 1 saat azaldıb 5 edirəm. 60 dəqiqəni gələm 20 dəqiqəni olur 80. 80-dən 45 çıxanda 35. 5-dən 3 çıxanda 2. Yəni ki, neyi tapdım burada? A-nı axtardım da. A-nın 2 saat 35 dəqiqə olduğunu tapdım. Burada yazım A-nın yerinə 2 saat 35 dəqiqə. Və salam. Bir dənə B-ni tapmaq qaldı. Bu da problem deyil. Çünki bu dəfə sən A-nın 2 saat 35 dəqiqə olduğunu tapmısan da. Burada da A plus B 5:55 deyildi. Bəli. Bu A-nın yerinə mən 2:35-i qoysam, silib yerinə 2:35-i qoysam, bax bu A-nın yerinə. Çünki A plus B 5:55 özüm ərdimişdi. 1 ilə 2-nin cəmi üçün. Bax 1 və 2-ci 5 saat 55 dəqiqə. Və A-nın yerinə 2 saat 35-i qoysam, çünki A-nın 2 saat 35 tapmışam. Toplanan cəm, bu toplanan tapmaq üçün cəmdən digər toplanan çıxmaq lazımdır. Yəni 5:55-dən çıxmalıyam 2:35-i. B-ni tapmaq üçün 2:35-i. Bu da çox rahatdır. 55-dən 35 çıxanda olur 20. 5-dən 2 çıxanda olur 3. 3 saat 20 dəqiqə. Bax, B-ni tapdım 3 saat 20 dəqiqə. Hə, sizin sualınız nə deyir? Sizin sualınız ikinci və üçüncü gün nə qədər vaxt sərf etdi deyildi. İkinci, üçüncü gün bunlar da ikinci gün, üçüncü gün. İkinci gün 3:20, üçüncü gün 3:45. Bu ikisini toplayanda yazın burada 3:20, üstə gəl 3:45. Neçə olur? 20 ilə 45 toplayanda 65. 3 ilə 3 toplayanda olur 6 saat. Bu dəqiqə hissəm 60-dan yuxarıdır. Yəni mən bunu 60 dəqiqə və 5 dəqiqə kimi fikirləşsəm, bu 60 dəqiqə 1 saat kimi gedir 6-nın üstünə. 1 saat gələndə 60 olur 7 saat. 60 dəqiqə oraya gəlibsə burada 5 dəqiqə qalır. Yəni ki 7 saat 5 dəqiqə. Sual olur ki, ikinci və üçüncü gün nə qədər vaxt sərf olundu? 2 ilə 3-ü topladım, tapdım ki 7 saat 5 dəqiqə vaxt sərf olunub. 585-ci testin cavabı da oldu B bəndi. Və salam. Bu mövzuna işimiz bitdi. Çətin mövzu deyildi. Bəli, axırdakı bir dənə bu məsələni mən çətin kimi qəbul edirəm sizin üçün. Digərləri çətin deyə o öz yerində. Amma eləyə bilərsiniz də, özünüzü yanından qorxuzmayın. İlk baxışda çətindir, yenə də çətin gələ bilər. Amma üzərində işləsəz, üzərində getsəz onları göydə eləyə bilərsiniz. Hə, bunu belkəm aramızda bəziləri heç cür eləyə bilməz. Nə qədər üzərində getsəz, bu normaldır. İbtidai sinif müəllimi səviyyəsi üçün çox çətindir məncə. Hələ müəllimlər var ki, ibtidai sinif müəllimi olsa belə riyazi bazası daha yaxşı inkişaf edir, beyni riyaziyyat yönümlüdür. Onlar eləyə bilər. Amma bəziləri eləyə bilməz, canı sağ olsun. Mən inanmıram ki, bu səviyyədə sual düşsün müqə. Beyninizin aslaşması üçün işləyin burada. Bir dənə bu. Bax, bir dənə bu çətindir.
Başqa burada çətin demir, çətin görsənir. Amma siz işləyəndə görürsünüz ki, eləyə bilərsiniz, öz üzərinizdə işini verin. Bir də bundan başqa o birisi hamısını eləməyi öyrənməlisiniz. Bu reseptin heç nə yox idi. Sadəcə onların, müəllifin səhv ifadə elədiyi cümlələr var idi. Onların üzərində danışdı. Bu bizim üçün çox gözəldir bir yandan da. Mən hətta bunu bəyənirəm, bunu öz aramızda danışmaq. Çünki biz doğrudan cümlə təhlil etməyi öyrənirik. Yəni hər cümləyə ən azından siz görürsünüz ki, mən deyəndə artıq sizdə bu formalaşır ki, yəni hər cümlə o demək deyil. Görürsünüz cümlənin mənasına necə baxırıq. Kim cümlə yazdı, hə deməli bunu deyir. Görəsən nə deyir? Olmamalıdır. Cümləni yazan tərəf də düzgün ifadə eləməlidir. Düppədüz ifadə eləməlidir. Fikri ifadə edəndə düzgün ifadə. Riyaziyyat əslində elə budur. Sən fikrini düzgün ifadə eləməyi bacarmalısan ki, başqasının fikrində düzgün təhlil edə biləsən. Mən özüm belə ağzıma gələni danışsam, fikrimi düzgün ifadə eləməsəm, deməli sabah cümlələri də elə təhlil edəcəm də. Çünki mən özüm danışanda, cümlə quranda düzgün qura bilmirəmsə, məsələləri də o cür ifadə etmiş olacağam. Təbii ki, bu sözün müəlliflərə deyil. Müəlliflər təbii ki, riyaziyyatı bilən müəllimlərdir, amma ki, orada mexaniki səhvlər olur, tələsiklik olur. Başqa bir adama tapşırırlar, məsəl üçün bu məsələ tipindən yaz. Bunlar olan şeylərdir, təbii ki. Buna görə burada xırda bu səhvlər olur. Amma bu da bizim ziyanımıza deyil. Biz bunları müzakirə etmemiz daha da bizim xeyrimizədir. Vaxtımızı alır, mənim vaxtımı alır da, sənə döyürəm. Amma ki, sizin üçün xeyirli. Sizin üçün nə fərq var ki? O səhvin düzgün formasında mən sizə deyirəm, o məsələni həll edirik. Nə fərqi var ki? Zato xeyrimizədir ki, biz bir yerdə təhlil edirik. Bu cümlə doğrudan nə üçün olmaz, niyə olmaz? Riyaziyyat elə budur. Bu hissələrə daha çox diqqətli qulaq asın. Daha çox beyninizi inkişaf etdirməyə çalışın ki, hə, Rasim bunu təhlil edir. Görürsən, boş-boşuna eləyir. Yox. Çünki doğru o cümlə o mənaya gəlir deyə və ya o cümlə dəqiq bir sual növü deyil deyə. Artıq 1 saat yarım oldu bu video. Videonu tamamlayım. Növbəti videoda mərtəbə sinif mövzusu olacaq. Onsuz o mövzunu su kimi öyrənmişik. Prosta əlavə suallar olacaq. Onları da bir yerdə işləyəcəyik. Biraz da mərtəbə sinif mövzusunu möhkəmləndirəcəyik, mükəmməlləşdirəcəyik. Bu video dəstək bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.